23 fevral Ramazan ayının 5. günü. Bakı üçün iftar vaxtı 18:39. İftara doğru. Ramazan proqramını dinləyirsiniz. Hər il olduğu kimi bu ildə bizim radyomuzda Ramazan proqramında ilahiyyatçımız Yaşar Qurbanovun doyumsuz söhbətləri var. Çox sağ olun, Allah razı olsun. Rəbbimiz dualarımızı qəbul eləsin. Həqiqətən də Ramazan xeyirdir, bərəkətdir, gözəllikdir. Artıq Ramazan sürətlə getməyə başlayıb, hər kəs artıq bunu hiss edir. Ramazan o qədər gözəldir ki, bir də görəcək, Ramazan ayının sonuna yaxınlaşmışıq. Artıq onsuz da Ramazan ayının son 10 günə gələndə artıq insan necə keçir bilmir. Qədir gecələrinə hazırlaşmaq və s. Ona görə də tez-tez keçir. Rəbbimizə həmd olsun. Həqiqətən də yəni Ramazan ayının gəlişi böyük bir fürsətdir və insan həyatdadırsa Rəbbimizə həmd olsun. Ona görə Ramazanı gözəl keçirməlidir. Ramazanı əstəğfurullah zikirlə keçirməlidir. Ramazana tövbə etməlidir. Ramazan bir həyatı üçün bir dəyişiklik olmalıdır, fürsət olmalıdır. Ona görə də ömrümüzdən keçən Ramazan artıq bir il keçdi ömrümüzdən. Görün, nə qədər tez keçdi. Ona görə Rəyyan qapısından girmək istəyənlər Ramazanı gözəl keçirmək lazımdır. Bağışlanma qapıları açılır. Ramazan rəhmət ayıdır, bağışlanma ayıdır. Rəhmət isə tövbə və istiğfarla qarşılaşanda daha tez enər. Yəni, həm tövbə edirsən, həm əstəğfurullah deyirsən Ramazanda. Ona görə də bu ay çox gözəl aydır, mehriban aydır. Baxın, görün, Ramazan ayı nə qədər gözəldir ki, dünən mənəviyyat ayıdır. O qədər sevinç, hətta qeyri-müsəlmanlar belə bunu hiss edirlər. Dünən çox gözəl bir video gördüm. Ərəbistanda bir balaca uşaq ağlayır, anası yazışmasını çəkib, yəni danışır, deyir, nəyə görə biz deyir, bayramı deyir, hər gün deyir, keçirmirik. O da deyir, nə bayram? Deyir, Ramazan bayramı. Görürsən, qonşular, hər kəs keçirirlər. Deyir, onlar nə edirlər? Deyir, hər axşam yığışıb, deyir, düyü yeyirlər, aş yeyirlər. Ağlayır ki, biz də keçirək deyə. Baxın, həmçinin dünən çox gözəl bir video həmçinin gördük ki, bir Alman bloger Mədinəyə gedib, Peyğəmbərimizin şəhərinə gedib. Məscidin yanında bilirsiniz, hər yerdə orada iftar açırlar. Məscidin içərisində, yanında insanlar axışırlar. Ağlaya-ağlaya bilirsiniz nə deyirdi? Deyir ki, bu nə rahatlıqdır. Yəni, mən bu dində deyirəm, amma qəlbimdə bir rahatlıq var, bir sevinç var. Bu nədir? Deyir, danışır, ağlayır. Görürsünüz ki, digər insanlar belə bunu hiss edirlər. Amma biz Rəbbimizə həmd olsun, Peyğəmbərimizə iman gətirmişik. Bu sevinci hər zaman yaşayırıq. Bəzən də bunun ola bilsin ki, adi hal kimi baxır. Hansı ki, bu Allah dərgahında ən uca dəyərdir. Ona görə də Ramazan ayı gözəl aydır. Ramazan ayı Quran nazil edilən bir aydır, Əl-Bəqərə surəsi. Ramazan girəndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirlənər. Ey iman gətirənlər deyə uca Allah'a çağırır. Sizə oruc vacib edildi. Baxın, sizə deyir, oruc vacib edildi, Quran nazil olundu. Bütün bu xeyirlər hamısı bir ayda toplanıb. Ona görə nə deyir, Ramazanın həmçinin elə bir gözəl aydır ki, 40-dan çox ayı var, adı var. Allahın ayı, oruc ayı, ibadət ayı, cənnət ayı, namaz ayı, ehsan ayı, etiqaf ayı, səbr ayı, Allah səmili yalvarış ayı, bərəkət ayı, təqva ayı, təravih ayı, səxavət və cömertlik ayı. Yəni Ramazan tək oruc deyil, namazdır, səbirdir, duadır, paklanmaqdır, Allah'a yaxınlaşmaqdır. Ramazan bu adla nəyə görə adlandırılıb? Çünki bütün günahları neyniyər? Yuyar Ramazan sözü. Oruçdan insan orucunu yalan, qeybət, söyüşlərdən qorumalıdır. Oruç tutan dili ilə də oruç tutmalıdır. Ona görə Ramazan böyük bir ibadət ayıdır, gözəllik ayıdır. Cənnət qapısı açılır. Xüsusi bir qapı var, cənnət qapısı. Adı da Rəyyandır. Peyğəmbərimiz ona görə Ramazan gələndə müjdəliyərdi. Sizə Ramazan ayı gəldi, bərəkətli bir ay. Allah bu ayda orucu sizə vacib etdi. Bu ayda göy qapılar açılar, yəni cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, azğın şeytanlar zəncirlənər. Ona görə də bütün xeyirlər toplanan bir ay. Düşün, necə keçirəcəksən bu ayı? Adəm oğlun bütün əməlləri özünə aiddir. Oruc isə mənim üçündür. Onun əvəzini mən verəcəyəm, xüsusi mükafatı vardır.
Bu söz orucun nə qədər böyük, dəyərli olduğunu göstərir. Çünki səxavətli olan Allah mükafatını mən özüm verəcəyə deyirsə, deməli bu mükafat çox böyükdür. Bu çox böyük bir lütüftür. Allah Teala özünə nisbət edir. Adəm oğlunun bütün əməlləri özünə aiddir. Oruc isə mənimdir və onun əvəzini verərəm. Düşünün. Allah özünə aid edibsə, deməli xüsusi bir ibadətdir. Orucun elə ən böyük fəzilətlərindən biri də budur ki, Allah onu özünə nisbət etdi. Dedi ki, oruc mənimdir. Allah orucu özünə aid etdi ki, şeytan onu pozmağa tam yol tapa bilməsin. Bu, qoruma nisbəti adlanır. Allah da özünə nisbət edib. Yəni, oruc gizlidir. Allahla bəndə arasındadır və mükafatı birbaşa Allahın öz əlindədir. Ona görə şeytanlar zəncirlərini, yəni oruç tutanlar üçün şeytanların təsiri azalır. Oruc, deyək ki, alimlərdən birisi, Allah xatirinə bu ayın gündüzünü, orucunu layiqincə tutmağa dəyərləndirin. Gecələri isə dua, gözyaşı və namazla keçirin. Allah Teala buyurur, sayılı günlərdir. Yəni Ramazan tez keçir, amma savabı və mükafatı əbədi qalır. Qiyamət günü oruc və Quran bəndə üçün şəfaət edəcək. Əgər Ramazan qiyamət günü sənə şəfaət edəcəksə, onda Ramazanda Rəbbinin buyruqlarını eşidən və itaat edən bir bəndə ol. Peyğəmbərimiz buyurur, kim Ramazanın gecələrini imanla və savabını Allahdan umaraq ibadətlə keçirərsə, bütün günahları bağışlanar. Görün, bütün xeyirlər, bərəkətlər bir ayda toplanıb. Ramazanın imanla savabını Allahdan umaraq, yəni Ramazan orucu ağır yük kimi görməsin, Ramazan günlərini uzun və bezdirici hesab etməsin, yəni şikayət etmədən, narazı olmadan, yorğunluqla yox, razılıqla, sevə-sevə oruç tutsun. Belə oruç tutan insan üçün Ramazan əziyyət deyil, əksinə bağışlanma yoludur. Oruç tutanın ağzının qoxusu Allah katında müşkün qoxusundan daha gözəldir. Qiyamət günü ibadətlərin deməli özünə məxsus bir qoxusu olacaq və qoxu ətrafda yayılacaq qiyamət günü. Ona görə deyilib ki, ibadətlər arasında oruc müşk kimidir, sakitdir, amma dəyərlidir. Baxın, nə deyir Peyğəmbərimiz? Sahur yeməyini yeyin, çünki sahurda bərəkət vardır. Sahurda bərəkət nədir? Peyğəmbərin buyruğunu əməl gətirmək. Bizdən əvvəlkilərdə sahur yeməyi olmayıb. Bu, İslam ümmətinə verilən bir nemətdir. İbadət güc verir ibadətə. Həmçinin o vaxt edilən zikir duaların qəbuluna səbəbdir. Yəni oruc dəyərdir. Sübh yeməyi, yəni sahur yeməyi bərəkətdir. Hər ikisi Allah katında çox seviləndir. Oruç tutan insan halal olsa belə ona faydası olmayan sözləri tərk etməlidir. Yəni boş danışıqdan, mənasız sözlərdən uzaq durmalıdır. Baxın, nə deyir alimlərdən İbn Rəcəb? Əməllərin savabının artmasının səbəbləri var. Onlardan bəziləri məkanın şərəfli olması, zamanın şərəfli olması, əməli edən insanın Allah katında dəyəri, Allaha yaxınlığı və təqvasının çoxluğu və hamısı Ramazan ayında toplanıb. İmanla və Allahdan savab umaraq ifadəsi o deməkdir ki, insan Ramazanın günlərini qiymətli saysın. Çünki bu günlərin savabı çox böyükdür. Elə bir böyükdür ki, oruclunun etdiyi bütün duaları qəbuldur oruc əsasında. Ona görə də bəziləri Ramazanda ancaq duaları gecəyə saxlayır. Bu yanlışdır. Ən çox dualar məhz gündüz qəbul olunur. Çünki oruçların orucu qəbuldur. Baxın, oruc haqqında nə deyirlər? Bir gün yemək şükürdür, bir gün oruc səbirdir. İman isə iki hissədən ibarətdir. Həm şükür, həm səbir. Bir yerdə toplanıb. Bütün xeyirlər toplanıb. Ona görə Peyğəmbərimiz daha çox ibadətləri artırardı, əl tutardı, kasıblara yardım edərdi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Ramazanı daha gözəl keçirərdi Quran oxumaqla, Quran tilavəti ilə. Allah Teala buyurur, bəlkə düşünəsiz deyə. Yəni insan düşünsün ki, ömür də tez keçib gedir. Allah Teala hər zaman sonumuzu gözəl eləsin, dualarımızı qəbul eyləsin. Allah Teala belə bir bərəkət, xeyir bizlərə nəsib edib. Həmçinin dua demişkən, duanı da əlbəttə ki, daha çox artırmalıyıq Ramazanda. Duanın bütün növlərini istədiyimiz qədər dua etməliyik. Dünən duanın qəbulunun sirlərinə toxunduq. Yəni necə edək ki, bütün dualarımız qəbul olunsun həqiqətən də. Kim duanın heç bir təsiri olmadığını düşünərsə,
əslində o Allaha qarşı pis zənn etmiş olur. Pis zənn nədir? Rəbbim duamı qəbul etməyəcək. Əksinə, dua edərkən gözəl zəndə ol ki, Rəbbim duamı qəbul edəcək. Dua etmək üçün əvvəlcədən görüş vaxtı təyin etməyə, xüsusi nömrə yığmağa, kimdənsə kömək və ya vasitə istəməyə ehtiyac yoxdur. Danışığını gözəlləşdirmək, sözlərini seçmək üçün özünü yormağa da ehtiyac yoxdur. Çətinlikləri açıq şəkildə ifadə etməkdə heç bir problem yoxdur. Öz dilində, bildiyin formada, necə səni rahatdırsa, o dua edəndə qəlbində bir istək yaranırsa, Allaha ümid yaranırsa, başına gələn bəlanı açıq şəkildə deməkdə çətinlik yoxdur. Halını və sirlərini Allaha açmaqda çəkiniləcək heç nə yoxdur. Allahla danış. Dua üçün bütün gücünü səfərbər etmədikcə duanın həzzini hiss edə bilməz insan və ondan dad ala bilməz. Yəni istəklə dua etməlisən. Nə qədər ki, sənin gözündə Allahdan və onun hökmündən daha böyük bir şey var, nə qədər ki, Allahın səndən gizlətdiyi xeyri daha üstün olduğuna ürəkdən inanmırsan, nə qədər ki, Allaha güvənin hər şeydən güclü deyil, o vaxta qədər duanın həqiqi dadını hiss edə bilməyəcəksən. Dua edərkən düşün ki, sənin Rəbbin güclüdür, qüdrətlidir, bir şey istəyəndə ol deyər və dərhal baş verər. Həmçinin baxın, duanın sirlərindən birisi, gəlin bunu Ramazan ayında tətbiq edək, görək necə dualarımıza cavab gələcək. Dünən duanın gözəl bir faydasından danışdıq, təkrar edəcəm. Bir dinləyicimiz səhər canlıda mənə dedi ki, onu tətbiq etdim, duam qəbul oldu. Belə tez, bəli, belə tez. Nə idi o? 2 salavat arasında dua qəbuldur. Çünki salavat duadır, geri çevrilməz. Ortada öz istəyini istəyirsən, duanın sonunda da salavat edirsən. Nə demişdi alimlər? 2 salavat arasında olan dua müstəcəbdir. Bu faydanı verdiyi dinləyicim səhər yazıb ki, həmd olsun Rəbbimə. Elə dua etdim, duam qəbul olundu. Baxın, həmçinin duanın sirlərindən birisi, yəni qəbulun sirlərindən birisi, kim başqaları üçün gizlicə dua etməyin təsirini sınayarsa, artıq heç vaxt onu tərk etməz. Baxın, hər zaman gördüyün hər bir şəxsin arxasınca dua edər. Çünki dua etməyə ehtiyacı olan hər kəs bilir və anlayır. Yol gedirsən, həmişə deyirlər alimlər, görəndə ki, misal üçün bir gənc evlənir. Deyir ki, Allahım, Allah evliliyi bərəkətli elə. Yol gedirsən, bir hamilə qadın gördün. Deyir ki, Allahım, onun evladını salihlərdən elə, yəni rahatlıqla dünyaya gəlsin, əziyyət çəkməsinlər. Yol gedirsən, birini miniyi gördün. Deyir, Allahım, bərəkətli elə. Çünki sən nə qədər başqana dua edirsənsə, mələk sənin başının üzərində durub deyir ki, sənə də olsun, sənə də olsun. Bu duanın qəbullarından ən böyük sirlərindən birisidir. Həmçinin bu insanlar arasında sevgi yaradır. Sevgi yaradan da qəlbində gözəl olduğu üçün Allah sənə istəklərini verir. Hər zaman dua et. Bu ehtiyac sahibinin səsi Allah qatında dəyərlidir. O Allahın duasını qəbul edəcəyini əmin olduğu üçün hamıya dua edər. Başqalar üçün etdiyi dua həm də onun özü üçün eyni şəkildə qəbul olunur və beləliklə özü də etdiyi duanın nəticəsinə nail olur. Ən tez qəbul olunan dua başqaları üçün edilən gizli duadır. Gecə qalxmısan, oruc əsnasındasan, dua elə qonşuların üçün, qonşuların, Allahım qonşularımın sıxıntıları aradan qaldır. Bilirsənsə qonşularında kimsə ehtiyacı var. Deyən Allahım filan qonşun filan ehtiyacı aradan qaldır. Qohum əqrabana dua elə və ya dostuna, yoldaşına dua elə. Bütün insanlara dua elə, bütün xalqına dua elə. Bu qəlbin gözəlliyi demək. Çünki insan bir-birinin üzünə hər kəs dua edə bilər. Bəzən səmimi də ola bilər, səmimi də olmaya bilər. Amma gizli dua səmimidir, çünki sən Allahdan başqa heç kimsə eşitmir. Ona görə Allah Teala onu neynir? Qəbul edir. Baxın, gözəl bir ayə, dua edərkən bunu düşünək. Allah işləri göydən yerə qədər idarə edir. Səcdə surəsi 5-ci ayə. Yəni, idarə edən kim? Uca Allah Teala. Allahın sənin üçün hazırladığı işlər sənin gözləndiyindən daha tez və daha xeyirlidir. Sən yalnız ümid et. Allah haqqında gözəl düşün və onun sənə bəxş edəcəyi xeyri gözlə. Dua, həmçinin insanların qarşısında dilə gətirə bilmədiklərini açmaqdır. Bəzi sıxıntılarını deyə bilmirsən, bəzən çəkinirsən, Allaha aç. Dua edərkən bəzən insanın içindəki dərin dərdləri bir neçə sadə kəlmə ilə Allaha söyləməsi mümkündür. Halbuki eyni sözləri insanlar qarşısında izah etməkdə sözlər aciz qalır. Dua ilə birlikdə qəlbində yəqinlik cücərər o zaman.
Allaha təvəkkül və inam artar, səbir güclənər və nəticədə sən öz daxilində rahatlıq tapar. Allahın yaratdıqları arasında ən xoşbəxt sən olarsan. Nəfsi duaya daim yönətmək və bu yolda səbir göstərmək, yəqinlik və səbirlə edilən duanın bir parçası olmaq, deyirlər ki, cihadın ən üstün növlərindəndir. Nəfsi ilə cihad. Yəni, nəfsi ilə nədir? Mübarizə. Xüsusilə bu hal, yerin və göylərin tərəzisində, yəni Allah qatında çox dəyərlidir. Bu, həm ruhu, həm də bədəni əhatə edən ibadət növlərindən biridir. Kim ki, öz nəfsini duaya davam etməyə və israrlı olmağa məcbur edər və Allah bu yolda səmimi, ixlasla dua edərsə, Allah ona dua etməyi sevdirər və onu bu duada ləzzətləndirər. Bu dua onun üçün hər şeydən üstün bir səadət olar və insanın bu səbəb səadətin ləzzətinin qəlbinin dərinlərində hiss edər və duaları qəbul olunur. Bax, bunlar hamısı nədir? Duanın sirləri. Baxın, Zəkəriyyə nə demişdi? Əleyhissalam. Ey Rəbbim, həqiqətən mənim sümüklərim zəiflədi. Başım ağarmaqla doldu, saçım ağardı və mən heç vaxt sənə dua edərək nə ümid olmamışam. Yəni, bədbəxt olmamışam. Məryəm surəsi 4-cü ayə. Allah qarşısında necə dua etdi? Acizliyini göstərərək dua etmək. Duaların qəbul səbəblərindəndir. Dua, ümidsizliyə qarşı ümidin qələbəsidir. Dua, ümidsizliyin qaranlığını aydınlığa çevirən bir şamdır. Dua, yəqinin genişliyi, təvəkkülün zirvəsidir. Allah qarşısında dərdini söyləyən, onun dərgahına sığınıb gecə boyu dua edən heç vaxt ziyana uğramaz. Baxın, Peyğəmbərimizdən bu barədə də gözəl bir dua, Zəkəriyyə Peyğəmbərin duası ilə bərabər. Abbas kimdir? Peyğəmbərimizin əmisi. Bir gün dedi, ya Rasulallah, Allahdan mənə nəyi istəyim? Mənə öyrət. Peyğəmbərimiz dedi, Allahdan afiyət, salamatlıq istə. Bir neçə gün sonra onun yanına gəldi, yenə eyni şey dedi Peyğəmbərimizə. Ya Rasulallah, Allahdan nə istəyim? Mənə öyrət. Dedi, Allahdan afiyət dilə, salamatlıq dilə. 3 dəfə təkrar etdi. Sonra dedi ki, ey Abbas, ey deyə Allah Rəsulunun əmisi, nə gözəl müraciət edir əmisi qarşısında. Dünya və axirətdə Allahdan afiyət istə. Çünki afiyət dinin, bədənin, ailənin və malın sağlamlığı və qorumasıdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sonra bu duanı öyrətdi. Allahım, belə dinə ey Abbas öz əmisinə. Əmisidir, deyir, ey Rasulullahın əmisi. Baxın, həmçə ki, əmisinə insan sevir və ən gözəl şeyi öyrədir. Allahım, dinimdə, dünyamda, ailəmdə və malımda səndən afiyət istəyirəm. Afiyət nə deməkdir? Salamatlıq deməkdir. Bu, Rasulullah sallallahu aleyhi ve sellem ən çox öyrətdiyi duadır. Allahım, dinimdə, dünyamda, ailəmdə, malımda səndən afiyət istəyirəm. Nə deməkdir afiyət? Salamatçılıq. Dini məsələlərində salamat olum, dünyamda salamat olum, ailəmdə, malımda bərəkət olsun. Ən möhtəşəm nədir? Dualardan birisidir. Həmçinin baxın, evlad istəyənlər üçün gözəl bir dua və burada bir incəlik də var. Bəzimiz Allah'tan istəyərkən bu sözü qeyd etmirik. Evlad olmasın, hər şeydə olsun. Zəkəriyyə Peyğəmbər Allah'tan övlad istəyərkən Allah ona belə dua etmişdi. Ey Rəbbim, onu razı olduğum bir övlad eylə. Məryəm surəsi 6-cı ayə. Allah təala nədir? Nəyi verdi? Yahyanı verdi. Ey Yahya, kitaba möhkəm sarıl. Biz ona uşaq yaşında hikmət verdik və öz tərəfimizdən bir şəfqət və paklıq bəxş etdik. O çox təqvalı bir kimsə idi. Valideynlərinə qarşı itaətkar idi. Nə təkəbbürlü, nə də asi idi. Məryəm surəsi 12-14. Bax, bu ayələr Zəkəriyanın duasının qəbul olunduğunu və Allahın ona Yahya kimi salih, elmli, təqvalı bir övlad verdiyini göstərir. Yəni, razılıq adlı bir adla dua et. Razılıq nə deməkdir? Yəni, islahın, uğurun və müvəffəqiyyətin bütün səbəblərini özündə cəmləyir. Nə demişdi? Evladımı necə evlad olsun? Razı olduğun evlad olsun. Sənin razı olduğun evlad olsun. Yəni, bu göstərir ki, razılıq üçün edilən bir dua islahın və uğurun bütün səbəbləri özündə cəmləyir. Sən də övlad üçün dua edəndə belədir. Allahım, mənə salih və sənin razı qaldığın bir övlad ver. Çünki Allah razı qaldığı övlad həm dünyada, həm də axirətdə ən böyük neymətdir.
Və ya bir ruzi istəyəndə Allahım səni razı qaldığın ruzi ver. Səni razı qaldığın bərəkət verdinə. Əgər Rəbbimiz razı qalıbsa, onda xeyir var. Baxın, çoxları deyir, Allahım övlad ver. Amma razı qaldığın övlad, salih bir övlad denə ki, o övlad sənin gözünün nuru olsun. Həmçinin Musa Peyğəmbərin duası da çox önəmli, onu toxunmuşduq. Baxın, bir insan dua edərkən tələsib cavab gözləməməli. Dua etdim, amma qəbul olunmadı deməməlidir. Çünki bəzən insan bir şey istəyər, dua edər, təkrar yalvarar, amma qəbul olunmaz. Bu əsla ziyana uğramaq deyil. Çünki Allah ya duasını qəbul edər, ya da onun əvəzinə ondan daha böyük bir pisliyi uzaqlaşdırar, bəlanı uzaqlaşdırar və ya həmin duanın savabını qiyamət günü üçün saxlayar və daha böyük mükafatla əvəzləyər. Duaların sirlərindən biri də budur. Sən öz yoxsulluğunu, acizliyini və Allah qarşısındakı ehtiyacını hiss edirsən. Bilirsən ki, səni yalnız Allah eşidir. Bu dəqiqə mən dua edəndə Rəbbim məni eşidir. Və o yalnız o bilir nə haldasan. Və duaya olan ehtiyacın artdıqca bu dua istəyi sənə dünyanın bütün ləzzətlərindən daha böyük bir həyəcan verər. Beləliklə, sən bəlanın darlığından və çətinliyindən çıxaraq duanın genişliyinə və rahatlığına çatarsan. Salihlər dua edərkən niyə göz yaşları töküb ağlayırlar? Çünki o duanın ləzzətini hiss edirlər. Bu dualar qəbuldur? Əlbəttə qəbuldur. Hər bir kədərli və çətinlik içində olan insan yoxdur ki, Allaha gizlicə etdiyi yaxşı əməllə dua edərək ona sığınsın və Allah ona kömək etməsin. Dərdini yüngülləşdirməsin, işini asanlaşdırmasın. Nə deməkdir bu? Gizlicə etdiyin bir yaxşı əməl. Heç kimsə bilmir. Bir tələbəyə yardım edirsən, bir xəstəyə yardım edirsən. Deyirlər ki, alimlər, hər bir insan gizli bir əməli olsun. Heç kimsə onu bilməsin. Çünki nəyə görə? O gizli əməl çətin anda sənə yardımcı olacaq. O gizli əməl çətin anında Allaha deyəcəksən, ey Rəbbim, mən də sənin üçün filan gizli əməllər edirəm sənin razılığını qazanmaq üçün. Sən isə məni indi bu sıxıntıdan aradan qaldır. Dərhal cavab gəlir. Buna deyirlər ki, gizli əməl. Baxın, əgər keçmişdə gizli və yaxşı əməllərin olmayıbsa, indi eylə, indi Allaha yönəl, ona dua et və ondan yaxşılıq istə. Sonra da bil ki, Allah sənə sevinç, rahatlıq və çıxış yolu verəcək. Çünki Allah da Quran-Kərimdə buyurur, mənə dua edin, mən də sizə cavab verim. Hər bir çətinlikdə Allaha bağlan, ürəyini Allaha yönət, ona dua et. Dua etmək onsuz da sənə xeyirdir. Hətta xəstəlik və çətinlik içində olsan belə, çünki Allahın rəhməti və səxavəti genişdir. İnsanların sənə qarşı olan soyuqluğu və səni tərk etməsi, sənə təsir etməsin, çünki Allah səninlədir. Allahla gizli əlaqə, səmimi dostluq qur. Allahla səmimi dua, yerin və göyün sahibinin səninlə danışması kimidir. Hər bir xəstəlik şəfanın axtarışıdır. Hər bir çətinlik səbr və dua ilə cavabını tapar. Unutma, heç bir bəlada Allaha sığınan bir insan başqalarına şikayət etməz. Əgər başına gələn müsibətlər səni sıxırsa və çətinlik artırsa, işlərini çıxılmaz hala gəlirsə, o zaman sənə hər şeyin dərmanı olan bu duanı oxumaq düşər. Nədir o? Altına demişdi, Əyyubu yada sal. Bir zaman o Rəbbinə demişdi, mənə zərər dəydi, zərər toxundu. Sən mərhəmətlərin ən mərhəmətlisən. Ənbiya surəsi 83-cü ayət alimlər deyir ki, kim bunu 7 dəfə təkrar edərsə, Allah onu sıxıntı aradan qaldırar. Çünki nəyə görə? Dua özü başdan başa acizlidir. Bu dua Əyyub Peyğəmbərin duasıdır. Allahdan ümidini üzməyən və çətinliyə baxmayaraq səmimi şəkildə ona yönələn hər bir qəlbin duasıdır. Gözəl nəticələrlə bitər. Həmçinin hər zaman, bax bu duanı unutma. Allahım, səndən bağışlanma və afiyət istəyirik. Allahım, işlərimi bizim üçün düzət və gözəl eylə. Allahım, halımızı islah eylə, bizə şəfa ver. Bizim yardımcımız və dayağımız ol. Bizə bu dünyada da gözəllik ver, ahirətdə də gözəllik ver və bizi cəhənnəm əzabından qoru. Ey həy, daimi diri olan, ey qəyyum, hər şeyi idarə edən, sənin rəhmətinə sığınırıq. İşimizdəki hər şeyi düzəlt və bizi nəfsimizin ixtiyarına bir göz qırpımı qədər belə buraxma. Hər zaman yenidən Allaha dua etməyə qayıt. Onun qarşısında yalvarmaqdan, ona möhtac olduğunu hiss etməkdən zövq al. Bəzən ətrafındakı hər şey səni sıxa bilər.
yazmağa, düşünməyə belə halın qalmaya bilər. Hətta bəzən dua etməyə belə gücün olmaz. Amma sən öz nəfsinlə mübarizə apar, qalx və dua etmək üçün özünü toparla. Ən gözəl dualardan biri ilə Rəbbinə yönəl. Nədir o? Çətin halda la havlə və la quvvətə illə billah. Yəni ey Allahım, səndən başqa qüvvəm, gücüm yoxdur. Sənsən güc sahibi, qüvvə sahibi. Bu zikri, duanı inamla işdən et. Allah dua etdikcə o sənə dua etməyin dadını və rahatlığını bəxş edəcək. Xüsusilə səcdədə, gecənin qaranlığında, cümə günü, əsr vaxtı, oruc əsnasında Allahın izi ilə sən bütün xeyir qapıları açılar, asanlı açılar, xoşbəxtlər olar, xoşbəxtlərdən olarsan. Yəni dua, baxın, belə ibadətdir. Duaya belə yanaşmadıqca insan duadan nədir? Həzz ala bilməz. Həmçinin baxın, dua edərkən bir nəfər danışır. Mənim belə bir halım olmuşdu. Bir nəfər mənə dedi ki, Allah onu deyir, həqiqətən də məni gözəl bir yola yönəltdi. O məni səhər vaxtlarını tanıtdı, yəni sahur vaxtları, sübhnə əvvəl. O məni səhər vaxtlarında Cəbbar olan Allaha deyə yönəltdi deyir. Cəbbar nədir? Allahın adlarından birisidir. Sübhə bir saat qalmış, qalxırdım. Məni sıxan bir problemə görə əvvəl sadəcə istədiyim qalxım, Allaha həm şükr edim, mənə verdiyi xeyirlər çoxdur, nemətlər çox, sağlamlığa görə. Amma insan zəifdir. Qalxırdım, səccadəmi sərirdim, bacardığım qədər namaz qılırdım, bacardım və oxuyurdum. Sonra oturub deyirdim, ya Cəbbar, ucburni, yəni ey Cəbbar, məni düzəlt, ey Cəbbar, məni düzəlt, ey Cəbbar, məni düzəlt. Yəni ey Cəbbar Allahım nə deməkdir? Yəni mən sınmışam, məni toparla. İşlərim dağınıqdır. Mən yorulmuşam, məni dirilt. Qəlbim qırılıb, onu sağalt. İşlərim dağılıb, onları düzəlt. Cəbbar bu deməkdir. Allahın əzəmətli adlarından birisidir. Başqa sözüm yox idi deyir. Yəni mən qırılmışam, sıxıntım var. Cəbbardan başqa kimə sığınım? Əl-Cəbbar Allahın ən gözəl adlarından birisidir. Cəbbar sözün mənası bilirsin nədir? Qırılanı düzəldən, sınıq qəlbləri sağaldan, dərdi olan dərdinə məlhəm olan, məcbur edən, hökmü keçən, heç kimin qarşı çıxa bilmədiyi qüdrət sahibi, uca və əzəmətli olan, hər şeydən üstün və böyük olan Allahın Əl-Cəbbar adlı kamil sifətlərindən adlarındandır. Yəni sən qırıldığın zaman o səni düzəldər, sən zəif olanda o sənə güc verər, sən çarəsiz qalanda o sənə yol açar. Ona görə səhər vaxtı, sahur vaxtı deyənə ya Cəbbar bu adla. Yəni insanların yanında güclü görünməyə çalışırsan, amma zəifliyini gizlədirsən, onların qarşısında sınmış olduğunu göstərmirsən, amma Allah yanında zəifsən, göstər bunları. Deyək ki, Allah and olsun deyir, əzizlərim, bir neçə gün keçdi, o dərd, o sıxıntı elə bir şəkildə məndən uzaqlaşdı ki, necə olduğunu danışmaq istəmirəm, amma tamamilə getdi, 100% getdi, bir də qayıtmadı. Çünki nədir? Cəbbar adı. Allah səni görür. Günah edəndə də səni görür. Onun əmrlərini zid çıxanda da səni görür. O sənin halını bilirdi. Amma sən ona qaydanda, o səni əzizlədi, sənə nemət verdi, səni kərəmi ilə qarşıladı. İndi görün, belə olan halda başımızı qaldırıb, niyə Əl-Həy, Əl-Qayyumə yönəlməyək? Cəbbar olan Allaha yalvarmayaq. O ki, hər şey idarə edir. O ki, ruzunu göydən verir. O ki, nə yatmaz, nə ölər, nə mürgüləyər. O zaman düşün ki, mənim onunla münasibətim necədir? İş yerində problemim var. Və ya bir iş yerində problem olanda gecə yata bilmirsən, əsəbləşirsən. Amma sənin ruzunu verən kimdir? Uca Allah-u Teala. Əgər sən uca Allah qəlbində həqiqi şəkildə böyütsən, onda ətrafındakıları, insanlara necə baxarsan? Hamısı insan nədir? Torpaqdır. Torpaqdan yarım torpağa gedəcək. Onu Allah ilə gözəl bir münasibət qur. Bu münasibət həyatını gözəlləşdirəcək. Ölümü də sənin üçün gözəl edəcək. O zaman düşün, sənin onunla münasibətin necədir? Gözəldirmi? Əgər gözəldirsə, ölümün də gözəl olar. Rəbbimiz Allahdır deyib, sonra doğru yolda olanlar üçün mələklər nazırlar deyir. Bir düşün, Allah qatında necə bir dəyərdir ki, qardaşım, ey insan, mələkləri endirər belə Allah Teala. Ona görə nədir? Allahın ən əzəmətli adından birisi. Baxın, nə deyir Allah Teala? O elə bir Allahdır ki, özündən başqa heç bir ilah yoxdur. O hökümrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əminamanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, cəbbardır, yəni məcbur etməyə qadirdir. Göylər, yerlər onun önündə boyun əyib. Çox ucadır. Nə deyir? Cəbbar adın mənası qulların işlərini düzəldən,
onları xeyirlərinə olan şeyə yönəldən deməkdir. Cəbbar uca və hər şeyə qalib olandır. Amma eyni zamanda sınan qəlbləri düzəldən odur. Fağır varlandıran odur. Xəstəni sağaldan odur. Dərdləri rahatladan odur. Ən çox da qəlbi sınmış qullarını düzəldər. Qəlbin sınıb, problemin var. Deyən, ya Cəbbar, ucburni, məni düzəlt, məni islah eylə. Ona boyun əyən, ona ümidini kəsməyən qullarının qəlbinə sevgi, hidayət və nur verər. Əl-Cəbbar adı bu deməkdir. Allah Cəbbardır. Yəni hər şeydən ucadır. Hər şey onun əlindədir. İnsanların taleyi də onun əlindədir. Onları istədiyi kimi idarə edir. Bunu anlayan adam artıq qəlbini ancaq ona bağlayar. O qullar üzərində qahirdir. Allah istədiyi mütləq həyata keçirəndir. Heç nə ona mane ola bilməz. Bir şey istəyəndə ol deyər, o da olar. Yasin surəsi, göydə verdi olan hər kəs ona boyun əymişdir. Və hamı ona qayıdacaq. Əl-İmran surəsi. Baxın, yəni Cəbbar adı ən əzəmətli adlardan birisidir. Ramazan boyu çoxlu nədir? Dua elə. Peyğəmbərimiz buyurur, qiyamət günü Allah göyləri deyir, qatlayacaq, bükəcək, buyuracaq. Mənəm hər şeyin sahibi. Hanı özünü böyük sayanlar, hanı təkəbbül edənlər. Sonra yerləri də qatlayacaq, bükəcək, buyuracaq. Mənəm hər şeyin sahibi, hanı təkəbbürlülər. Heç kimsə cavab verəmir. Deyəcək, mənəm Cəbbar. Mənəm hər şeyin sahibi. Ona görə mömin üçün gözəldir ki, dünya və axirət xeyrini Rəbbindən istəsin, ona Əl-Cəbbar adı ilə yalvarsın. Belə de. Ya Cəbbarus səmavati vəl ard. Ey göylərin və yerin Cəbbarı, bütün işlərimi düzəlt və məni bir an belə öz nəfsimin ümidinə buraxma. Qəlbin sınıb, deyən, ey Cəbbar, qəlbim sınıb. Qəlbimdə bir acı var, kədərim var, ailə problemi olsun, hər şey olsun. Allahın bu adı ilə ona güvənsən, ona sil görənə inansan, bütün qapılar açın. Nə deməkdir? Ya Cəbbarus səmavati vəl ard. Ey göylərin və yerin Cəbbarı, bütün işlərimi düzəlt və məni bir an belə öz nəfsimə tərk etmə. Yəni bu ən gözəl, Allahın ən uca adlarından birisidir. Hər zaman dua edək, deyək ki, ey Rəbbim, sənə güvənirəm ki, duamı geri çevirməzsən, məni məhrum etməzsən, məni tək qoymazsan. Bax, nə gözəl sözlər. Şərt deyil, dediyim kimi oxumaq. Öz dilində. Çünki sənin mərhəmətin sonsuzdur. Kərəmi bol olan Rəbbimsən. Səndən başqa Rəbbim yoxdur. Yalnız sənə ibadət edir. Yalnız səndən kömək istəyirəm. Dərdimi də, ehtiyacımı da yalnız sənə deyirəm. Əgər səni yalnız yaxşı insanlar ümid edəcəksə, bəs günahlar kimə sığınsın, ey Rəbbim? Nə gözəl söz. Özünə zülm etmiş insanın da səndən başqa pənahı yoxdur. Qaçış yalnız səndədir. Səndən başqa nə sığınacaq var, nə də bir qurtuluş. Baxın, bunlar hamısı nədir? Dua edərkən insanın qəlbinə bir rahatlıq gətirir. Belə sözlərdən hər zaman nədir? İstifadə etmək lazımdır. Dua edərkən, duanın gözəllikləri, hər zaman yəni bu dualara sığınmaq lazımdır. Rəbbimiz dualarımızı qəbul eləsin. İnşallah duanın gözəlliklərinə, sirlərinə yenə toxunacaq. Uca Allah bu gözəl vətənimizi qorusun, dualarımızı qəbul eləsin. Uca Allah da şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Uca Rəbbimiz əskərlərimizi qorusun. Uca Rəbbimiz ölkə rəhbərimizi qorusun, işlərə müvəffəq eyləsin, uzun ömürlər bəxş eləsin. Uca Rəbbimiz dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eyləsin. Həyatda olan valideynlərimiz isə ömrünü uzun, xeyirli, bərəkətli, hidayətli eyləsin. Allah da övladlarımızı islah eyləsin. Ya Cəbbarus səmavati vəl ard. Sən ən gözəl adına dua etdik, dualarımızı qəbul eylə. Amin. Amin. Hocam, bir-iki mesaj var. Keçmədən öncə reklamlarımıza istəyərdim ki, əgər imkan varsa cavab verək. Atam taksi sürücüsüdür. Sizi radioda dinləyir, namaz qılıb oruç tutur. Son zamanlar bəzi sıxıntıları var. Əgər mümkündürsə verilişdə Yaşar müəllim atam İlham üçün dua edərdi. O bizi o qədər sevindirərdi ki. Allah İlham qardaşımızın, İlham atamızın bütün sıxıntılarını aradan qaldırsın. Amin. İnşallah bugün də gözəl ad öyrəndi, Cəbbar adı. Hər zaman deyir ki, ya Cəbbar, ey göylərin, yerlərin Cəbbarı olan Rəbbim, sıxıntımı aradan qaldır, qəlbim sınıb, sıxıntım var, dərdim var, kədərim var. Bu addan bol-bol dua elə inşallah. İnşallah. Mən hər il sizinlə Ramazanı qeyd edərkən çox xoşbəxt oluram. Ramazan bitərkən sanki çox sıxılıram. Sizdən dua rica edirəm, həyatımda hər şey yoluna düşsün. Necə edə bilərəm? Ailəm yoxdur. Bəxtim bağlıdır. Sanki ikinci həyatımı qurmaq istəyirəm. Ailəm isti yuvam olsun.
xeyirlisi bəxtimi açsın. Qadın bəxti bağlı ola bilərmi? Qisməti heç alınmır. Evlilik etmək mən də arzusundayam. Bəxtim bağlıdır deyirlər, necə edim? Allah sizi evləndirsin. İnşallah. Bax, elə dedik Cəbbar adı ilə Allah Təalanın. Yəni qəlbində bir sınıqlıq var, düzdür? Yəni bir küslük var. Onu necə bərpa edəcəksən? Allahın Cəbbar adı ilə. Deyən, ya Cəbbar. Yəni qəlbim sınıb, sıxıntım var, dərdim var. Evlilik qapısını aç. Bu dediyimiz duaları dilindən düşürmə. Oruc əsnasında bir də ki, Ramazan gecələrində sahura ona görə deyirik ki, sahura qalxın. Sahura qalxın, yəni müstəhəbdir, vacib deyil. Amma sahur vaxtı nəyə görə qalxın? Duaların qəbul olduğu vaxtı. Heç olmasa bir 20 dəqiqə olmuş qalx. Çoxu dinləyicim deyir ki, mən saat 1-də yeyib yatıram, 2-də yeyib yatıram. Olar. Yəni eyib etmə, sahur vacib deyil. Amma nəyi itirmiş olursan, duaların qəbul olduğu vaxtı. Nə üçün deyir iftarı xurma ilə açırıq? Peyğəmbərimiz elə buyurub xurma ilə açmaq. Tib də indi deyir ki, xurma ilə açmaq çox faydaları var imiş. Peyğəmbərimiz xurma olsa xurma ilə açardı, olmasa su ilə açardı. Amma ki bu vacib deyil. Yəni bəziləri elə bir ki xurma ilə açmadısa, istədiyin şeyini aça bilərsən, yeməyini aça bilərsən. Bunlar müstəhəb əməllərdir. Bir insanın mənim üçün xeyirli olub olmadığını və ya qismətimdə olub olmadığını necə bilmək olar? İstixara namazı qılırsan ki, 2 rükət qılınır istixara namazı. Deyirsən ki, Allahım, misal üçün filan kəslə evlilik, filan iş, filan biznes, filan təhsil, seçim qarşısındasın, bilmirsən bunun xeyirli olub olmadığını. Onda istixara namazı qılırsan və Allaha tapşırırsan. Sən, Allahım, sənin elminlə istixara edirəm, səndən yardım diləyirəm. Əgər bu iş xeyirlidirsə mənim üçün, dünyam üçün, axirət üçün xeyirlidirsə, onu mənə nəsib elə. Yox, xeyirli deyilsə, məndən uzaq elə, daha xeyirli nəsib elə. Baxın, istixara təkcə namaz deyil. Bəziləri deyir ki, mən namaz qılmıram. İstixara dua da eləyə bilərsən. İstixara üçün ayrı namaz qılmırsansa, elə istixara duasını təravih namazına eləyə bilərsən, vacib namazda eləyə bilərsən və yaxud da ki, heç namaz qılmırsan, durdun qibləyə döndün, istixara duasını oxudun. O da olar. Təkcə namaz deyil yəni. Və o sualın cavabı gəldi. İstixara namazı qılınmadan necə olar? Hocam dedi. Bəli, sadəcə dua. Həmən duanı elə Allahın ixtiyarına buraxırsan, Allahın seçiminə buraxırsan və deyirsən ki, Allahım, sən gələcəyi bilirsən, mən bilmirəm. Gələcəyi bilmirsən necə olacaq? Hocam deyir ki, əgər yatıb qalmışamsa, niyyəti duranda eləyəcəkdim, ancaq yatıb qalmışam, orucu gün ərzində tutum ya yox? Tutsun orucu, yəni sahura qalxmasanız belə orucu tutmalısınız. Bir şey sual cavablandırım. Bu bəzi sosial şəbəkədə yazırlar ki, şifa demə, şəfadır, şəfa demə, şifadır. Cəmaatın incidirlər. Gözəl insanlar, Azərbaycan dilində istədiyin kimi deyil. Allah sənə bilir ki, sənin məqsədin nədir? Şəfadır, şifadır. Ərəb dilində fərqli ola bilər. Yəni, ərəb dilində şəfa başqa şeydir, şifa başqa şeydir. O ərəb dilində sözü, yəni tərcümə edib bizim dilimizdə incitməyin insanları. Neçəsi qorxur ki, ay mən deyir, şifa demədim, şəfa dedim, ay həlak mı oldum. Sən qəsdin sağalmaqdır. Azərbaycan dilində necədirsə elə de. Allah mənə şəfa ver. Yəni onu ərəb dilində qarışdırma. Ərəb dilində fərqli ola bilər. Bu görsən bəziləri biraz ərəb dili bilən kimi göstərmək istəyir ki, mən ərəb dili bilirəm. İncidir insanları. Və ya birisi yaymışdı, əlhəmdülillah sözü. Yəni indi əlhəmdülillah hı ilə deyilmədi, hı ilə başqa olur. Tamam, insanlar üçün əlhəmdülillah deyir. Yox, sən deyir, hı ilə demədin, sən həlak oldun, bəla dilədin, cəmaat qorxuya düşüb. Niyə incidirsin insanlar? Allah razı olsun hocam. Onu qısa aradan sonra inşallah devam edəcəyik. Reklamlarımız var. Reklamların sonrasında tekrar buradayıq sevgili dostlar. Dua zamanımızın öncəsində iftar vaxtımız olacaq. Dua məqamında da hocamızın ən sevdiyimiz anda o. Hocamızın dualarıyla beraber biz də amin deyəcəyik. Suallarınızı da göndərə bilərsiniz. 055 201 1005. İftara doğru. 23 fevral Ramazan ayının 5-ci günü Bakı üçün iftar vaxtı 18:39. Neçə-neçə belə gözəl Ramazanlar yaşamağı nəsib eyləsin. Rəbbimiz bu gözəl vətənimizi qorusun, əmin-amanlığımız daim olsun. Həmd olsun Rəbbimizə ki, həqiqətən də əmin-amanlıq yurdu, gözəl bir vətənimiz var və rahat da ibadətlərimizi edirik. Həmd olsun Rəbbimizə. Buna görə insan çoxdur, həmd etməlidir, bu gözəl vətən üçün dua eləməlidir. Baxın, dualardan danışdı, duaların sirlərindən yenə toxunacaq. Duaların sirləri çoxdur inşallah.
Nəyə görə bu mövzuya çox toxunacaq bu il? Ramazan dua idi. Edək ki, duaları sidq ürəklə və o əsaslarla, qaydalarla ki, etdiyimiz bütün dualarımız qəbul olunsun. Baxın, nə deyir bir nəfər? Gecə saatı 1 radələrində bir nəfər mənə zəng elədi, səsi titrəyidir. Deyir ki, sanki ölümü görmüşəm. Ey Rəbbim, salamat et deyə qaçdım yanına. Üzünü görəndə qorxdum, çox halsız, çox yorğun idi. Dedim, nə olub? Dedi, bir həftədir yatmıram. Başımı yastığa qoyan kimi nəfəsim kəsilib, boğuluram. Öləcəyəm deyə qorxuram, vəsvəsə gəlib. Yəni, bir həftədir deyir, oturan yerdəyəm deyir. Az qala ağlım gedəcək. Həqiqətən də müraciət eləmişəm, həkimlərə də getmişəm, yoxlamalardan keçiriblər. Hətta çox imkanlıdır, xaricdən həkim gətirmişəm. Sadəcə deyir ki, bu qorxu var, amma tibbi cəhətdən də heç bir şey yoxdur deyir. Yəni, yoxlamış, hamısından keçmişəm. Mən ona dedim ki, Peyğəmbərimizə çoxlu salavat gətir. Çünki Peyğəmbərim nə deyir? Kim çox salavat gətirərsə, dərdi kifayət edilər, sənin dərdin böyükdür. Elə isə çoxlu salavat gətir, telefonu söndür, hər şeyi kənara qoy. Denə ki, Allahümmə salli və səllim və bərik alə nəbiyinə Muhammed və alə əli Muhammed. Allahım, Peyğəmbərimizə, Peyğəmbər əhl-i beytinə salavat və salam olsun. Bir də çoxlu əstağfurullah denə. Çünki Allah təala buyurur ki, onlar bağışlama dilədikcə Allah onlara əzab verməz. Bir də sədəqə ver. Dedi, səhər açılan qədər heyvan kəsib kasıblara paylatdıracağam. Səhər zəng etdim, gecə 1 idi. Zəng etdim, cavab vermədi. Günorta zəng etdim, cavab vermədi. Bir də əsrdən sonra zəng etdi ki, müjdə. Gecə boyu istiğfar elədim səhərə qədər deyir. Salavat gətirdim və Allah'a həmd olsun ki deyir, o qorxu getdi. Elə bir gözəl yatmışam da deyir, namazlarım da qəzaya qalıb deyir. Yəni baxın, insan salavat, əstağfurullah, bunlar nədir? Çox gözəl faydalardır ki, insan dilindən düşürməsin. Ona görə görəcəksən ki, Allah sənə bütün xeyir qapını açacaq. Həmçinin, yəni Allah Taalaya çoxlu dualar, bütün dualar və duaların da bir gözəli var ki, bunu alimlər tövsiyə edirlər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədislərindən çıxıb. Nədir o? Yəni dua edərkən acizliyi etiraf eləmək və bu duaların da bir şahı var. Deyir ki, misal üçün işə gedərkən, bir konferansa gedərkən, tədrisə gedərkən, məktəbə gedərkən, bir iş üçün gedərkən hər zaman deyir bu duanı deyir. Allah Teala deyir, həqiqətən də sidq ürəklə kim bu duanı edərsə, Allah ona bütün xeyir qapılarını açar. Nədir o? Allahım, öz gücümə və qüvvəmə arxalanmadığımı etiraf edirəm. Yəni öz gücümə, qüvvəmə arxalanmıram. Yalnız sənin gücünə və qüdrətinə sığınıram. Yəni güc, qüvvət, bacarıq, bəli, lazımdır. Amma yəni öz gücümə, qüvvəmə etimad etmirəm. Yalnız sənin gücünə, qüdrətinə sığınıram. Allah mənə kömək ol, mənim əleyhimə olma. Mənə yardım et, məni məğlub olanlardan etmə. Məni doğru yola yönət və mənə hidayəti asan eylə. Həqiqətən də deyir, əzəmətli, möhtəşəm dualardan birisidir ki, Allah Teala neyniyər? Ona bütün xeyir qapılarını açar. Həmçinin baxın, Allah Teala qullarından nə vaxt razı qalar? Peyğəmbərimiz buyurur, Allah o bəndəsindən razı qalar ki, o bəndəsi belə desin. Allahım, səndən başqa ibadət Allah haqq məbud yoxdur. Mən özümə zülm etmişəm. Günahlarımı bağışla, günahları səndən başqa heç kim bağışlamaz. Çox rahat bir sözlər. Allah buyurur, qulum anladı ki, onu bağışlayan və günahlarına görə cəzalandıran bir Rəbbi var və onu neynədim? Bağışladım. Deyir, Allah Teala neynəyər? Təəccüb edər quluna bu duanı edərkən. Həqiqətən də gözəl nədir? Dualardan birisidir. Həmçinin baxın, bu duanı təkrarla. Yəni dua edərkən mən dediyim formada şərt deyil o ləfizdə. Onsuz da duaları paylaşacağım inşallah verilişdən sonra. Ən çox da Instagramda da paylaşıram. Hər yerdə paylaşırıq. Amma o duaları o formada, yəni bu bir nümunədir. Dua edərkən bu kəlmələr seçin. Baxın nədir? Allahım, qüdrətli tədbirin, böyük bağışlaman, geniş səbrin və bol kərəminlə səndən istəyirəm. İşlərimi ən gözəl şəkildə yoluna qoy. Mənə lütf et və məni qorxduğum, məni narahat edən şeylərdən qurtar. Allahım, sən mənə yetərsən, məni zillətə salma. Sən mənim Rəbbimsən, məni ehtiyac içində qoyma. Bütün işlərimi düzəlt və məni bir an belə öz nəfsimin ümidinə buraxma. Güc də, qüvvə də yalnız səndədir. Baxın, nə gözəl bir. Hamısı nədir? Etiraf. Hər zaman dua edərkən, baxın, bu ayəni yadda saxla.
Allah üçün nə göydə, nə yerdə heç nə çətin deyil. Heç nə onu aciz qoya bilməz. O bir şey istədikdə ol deyər və dərhal olar. Baxın belə. Həmçinin dua edərkən bu ayələri də təkrar et duadan əvvəl. Alimlər deyirlər ki, həqiqətən də çox gözəl ayələr. Çünki bəzən nədir? Ayələri deyirsən, ayələri oxuyursan, ayələrlə Allaha dua edirsən. Baxın nə deyir? Nə ayədir o? Yəni bu ayələri təkrar et. Ondan sonra istəkləri istə. Nədir? Rabbul məşriq vəl məğrib la ilahə illəhu fəttəxidhu vəkilə. O şərqin də, qəribin də Rəbbidir. Ondan başqa heç bir ilah yoxdur. Ona görə də yalnız ona təvəkkül elə. Müzzəmmil surəsi 9-cu ayə. Sonra Tövbə surəsi 129-cu ayə. Həsbiyallah la ilahə illəhu aleyhi təvəkkəltu və huvə rabbul arşil azim. Mənə Allah yetər. Ondan başqa ibadətlə haqq məbud yoxdur. Mən ona təvəkkül etdim. O böyük ərşin Rəbbidir. Baxın, bu da gözəl nədir? Dualardan birisi. Yəni, bunları etmək dualardan əvvəl gözəldir. Duaların qəbul olunması üçün çox əlverişlidir. Biz duanın sirlərinə toxunduq. Yəni, duanın sirlərindən toxunduq. Baxın, duanın sirlərindən həmçinin Allah duana cavab verməsi bu formalarda ola bilər. Ya istədiyin şeyi sənə verər, ya duanın cavabını axirətə saxlayar, ya da səndən bəlanı uzaqlaşdırar. Bəlkə də nə qədər bəlala uzaqlaşıb, sən isə deyirsən ki, duam qəbul olunmuyor. Baxın. Kim bu mənaları anlayaraq dua edərsə, o insan artıq duanın şirinliyini və Allahla gizli münacatın, yalvarışın ləzzətini hiss edər. Belə bir insan nə ümidsizliyə düşər, nə də tələsər. Əksinə, halını Allah təslim edər və cavabın gecikməsinə razı olar. Zəkəriyyə Peyğəmbərin duası da bax belə idi. Ey Rəbbim, məni tək buraxma, sən varislərin ən xeyirlisən. Ənbiya surəsi 89-cu ayə. Baxın, bu həm evlad üçün deyil, ruzu üçün, sıxıntı üçün, dərdin üçün. Nə demişdi Zəkəriyyə əleyhissalam? Ey Rəbbim, məni tək buraxma, yəni məni kimsəsi buraxma, tək buraxma, sən varislərin ən xeyirlisən. Bu dua barəsində deyilmişdir. Bu dua bərəkət və bolluqda çox, yəni bolluqda çox gözəl təsirə malikdir. Bir nəfər deyir, mən bu duanı hər dəfə edəndə sonradan bunun nə qədər təsirli olduğunu və gözəl nəticə verdiyini görmüşəm. Allah keçmiş dualarıma necə cavab verdiyini mənə göstərdi. Allah pakdır. Həmd və tərif yalnız Allaha məxsusdur. Və onlardan biri deyir, bu duanı mən Ramazanda etdim, Arafa günü etdim. Sonra gördüm ki, Allah o duamı cavabsız qoymadı. İstədiyim gözəl şəkildə baş verdi. Allah deyir, mənə övlad verdi. Baxın, ona görə dua edərkən göz yaşlarını axıd. Çünki Allah onları görür. İstədiyini ondan dilə. Çünki Allah istədiyini edəndir. Baxın, deyir ki, bu duada bərəkət vardır. Bu duanı isə əzbərləmək lazımdır. Çünki bunu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Muaz bin Cəbələ öyrətmişdi. Borcun ödənməsi üçün öyrətmişdi. Çox şeylər oxuyub əzbərləyə bilirik. Amma bu duanı mütləq nədir? Əzbərləmək lazımdır. Nə duadır o? Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyinə verər, istədiyindən geri alarsan. İstədiyin şəxsi yüksəldər, istədiyini alçaldarsan. Xeyr yalnız sənin əlindədir. Həqiqətən sən hər şeyə qadirsən. Dünya və axirətin rəhmanı sənsən. Dünya və axirəti istədiyinə verir, istədiyinə isə verməzsən. Mənə elə rəhmət ki, səndən başqasına möhtac olmayım və səndən başqasına əl açmayım. Bu duaya möhkəm sarıl və onu daim de. Çünki açıq bir qapının önündə dayansan, heç vaxt ümidsiz qalmazsan. Bununla bütün, bu dua ilə Allah təala bütün borclarını ödəməyə yardım edər. Ən əzəmətli dualardan birisidir. Dua etməyə davamlı ol. Çünki dua bütün şərdən və hilədən, yəni səni qoruyacaqdır. Qəlbin zəngin olacaq. Məxluqlardan ehtiyacsız olarsan. Sənin üzərindən hər bir borc ödənər. Bu dua Allaha edilən elə bir tərif, elə bir təzim var ki, onun dəyərini saymaq mümkün deyil. Ona görə daim dua etməyi sev və ona davam et. Qapılar üzünə bağlı olsa belə dua ilə açılacağına ümid et. Qoruyucu qalxanların hamısı dağılsa da ürəyini Allaha təslim et. O səni qoruyacaq. Duanın sənə təsiri, səndən əvvəlki salih insanların Allahdan istədiyi və Allahın verdiyi gözəlliklər kimidir.
sənə görünməyən, amma Allahın planladığı xeyirlərin başlanğıcı ola bilər. Baxın, həmçinin bu möhtəşəm dua. Əvvəlki də borc duası idi, inşallah paylaşacaq və bu da borc, sıxıntı, ruzu üçün Peyğəmbərimizdən gələn bir duadır. Bu möhtəşəm dua nə deyir? Baxın, Allah Taala'nın əzəməti ilə Allaha təvəssül edirsən. Nə deyir? 7 qat səmanın, əzəmətli ərşin Rəbbi, bizim Rəbbimiz, hər şeyin Rəbbi, dənəni, çəyirdəkləri yaradan, Tövratı, İncili və Quranı endirən Allahım, alnıma yazdığın hər şeyin şərrindən sənə sığınıram. Allahım, sən əvvəlsən, səndən öncə heç bir şey olmayıb. Sən axırsan, səndən sonra heç bir şey olmayacaq. Sən zahirsən, səndən üstün heç bir şey yoxdur. Sən batinsən, sənsiz heç nə yoxdur. Bizi borclu olmaqdan qurtar, yoxsulluqdan xilas edib zəngin eylə. Ən əzəmətli nədir? Dualardan birisidir. Peyğəmbərimiz buyurub. Ona görə də bu duaya sarıl. Arzu ilə onun gerçəkləşməsi arasında olan körpü, göylərin Rəbbindən istədiyini tam əminliklə diləmək və dua edərkən Allaha səmimi şəkildə yönəlməkdir. Və ətəkum min kulli mə səəltumuhu. Allah Teala buyurur İbrahim surəsində. Allah Teala sizə istəklərinizi hər şeyi vermişdir. Siz ondan nə istəmişsinizsə, o sizə istəyinizdən bəxş etmişdir. Ona görə də nədir? Duaları heç zaman nədir? Balaca görmə. Peyğəmbərimizin halını düşünün. Ona bir kişi gəlib qardaşının xəstəliyindən şikayət etdi. Peyğəmbərimiz dedi, ona bal içir, yəni bal suyu. Kişi getdi, sonra yenə gəldi, lakin yaxşılaşma olmadığını söylədi. Peyğəmbərim dedi, ona bal içir. Bir neçə təkrarladı, sonra Allah Rəsul buyurdu. Allah doğru buyurdu, amma qardaşının qarnı yalan danışdı. Çünki nəyə görə? Davam et, o insanda problemlər var idi. Yəni bu hekayədən dərs budur. Zahirdə dərman, bal təsir göstərmədikdə belə inanaraq davam etmək lazımdır. Bəzən insanlar zəmzəm suyunu içər, lakin şəfa tapmar. Bəziləri içər, şəfa tapar. Niyə görə? İnsanın yəqinliyinə görədir. Peyğəmbərimiz buyurur ki, zəmzəm şəfadır. İnsan içi şəfa tapır, digəri içmir. Niyə? Yəqinlik. Baxın, bir nəfər insanları müalicədir. Ruqyə deyirlər. Nə ilə? İxlas, Fələq, Nas surəsi ilə. Hər kəsə oxuyur, göz dəymədən sağaldır. Başqa bursunu eşidəndə bu da başlayır. İnsanlar yanına gedir, fayda olmur. Sonra deyir ki, deməli, məsələ deyir, oxumaqda deyil, məsələ deyir, qəlbimizdədir. Özü etiraf edir. Yəni, ona görə nədir? Duanın və şəfanın sirri qəti inanmaqdır. Qəti inam Allahın cavab verəcəyinə ümid ilə dua etməkdir. Ona görə buyurur Peyğəmbərimiz, zəmzəm bu nə niyyətlə içilərsə, ona görə təsir göstərər. Və müsəlman daim Allaha tam inamla dua etməlidir və buyruqlarını da tam inamla yerinə yetirməlidir. Ona görə də bu duaların qəbul üçün ən gözəl səbəblərdən birisidir. Baxın nə deyir? Çox vaxt elə dualar eşidirsən ki, bir qövm o dua ilə Allaha yalvarır və duaları qəbul olunur. Bu onların Allaha ehtiyacla və səmimi şəkildə qəlbən dua etmələrinin səbəbindəndir. Rahat bir söz deyir, Allah qəbul edir. Niyə? Bu ya onların keçmişdə etdikləri gözəl bir əməlin qarşılığı olaraq verilən cavabdır, ya da dua ilə cavabın vaxtı üst-üstə düşür, oruc vaxtı, gecənin son 3/4 hissəsi, ya da başqa səbəblərə izah olunur. Nədir o? Qəlbində olan yəqinlik. Ona görə də bir insanın bir duanı dilə gətirib dərhal cavab aldığını görməsi elə zənn edir ki, etdiyi kəlmələrə bağlıdır. Bu isə dua anının, səmimi ehtiyacın və qəlbin Allaha yönəlməsinin üst-üstə düşməsindən qaydaqlanır. Yəni qəlbində sidq ürəklə dua edir, üst-üstə düşür. Bu eyni ilə bir dərmanı istifadə edən birinin onu düzgün vaxtda və düzgün şəkildə içməsi ilə şəfa tapmasına bənzəyir. Həkim sənə dərmanı verib bu vaxtı iç, sən başqa vaxtı içirsən. Faydası olmur. Axı bu vaxtı demişdi. Deməli qəlb də hazır olmalıdır. Yəni bu sözlərdən çıxan nəticə nədir? Duanın qəbul olunması təkcə sözlərə deyil, səmimiyyət, vaxt, qəlbin vəziyyəti və Allaha olan ümidə bağlıdır. Əgər, baxın, nəyə görə deyirik sahura qalxın? Əgər bəndə sahur vaxtı Rəbbinə yalvararsa və ondan nicat istəyərsə və deyərsə ki, ya həy, ey daimi diri olan, ya qayyum, kainat idarə edən, la ilahə illə ənt, səndən başqa
İbadətlə haqq məbud yoxdur. Bir rəhmətik əstəğif. Rəhmətinə sənə yalvarıram. Allah ona elə bir güc və imkan verər ki, onu yalnız Allahın özündən başqası deyir, bilməz. Sübh çağında deməli nədir? Qalxmaq lazımdır. Duanın ədəb qaydalarından biri, sirlərindən bəndə Allah mərhəmətinə olan şiddətli ehtiyacını və acizliyini hiss etməsidir. Bu ehtiyac, acizlik və qəlbin səmimiyyəti nə qədər güclü olsa, duanın qəbul olması da bir o qədər deyir, güclü olacaq. Baxın, ümid bəslən duaların ən qəbul olunan vaxtı səhər vaxtıdır, yəni sahur vaxtı. Duanın ən fəzilətlisi elə o vaxt nədir? Əstəğfirullahdır. Bu dua səhər vaxtında edilməlidir və bu dua təkid, yalvarış da edilməlidir. Ona görə deyirik ki, sahura qalxın deyə. Peyğəmbərimiz baxın nə deyərdi? Ən çətin anında, sıxıntı anında, ya hayyu ya qayyum, ya hay, daimidir olan qayyum, sənin rəhmətinə sığınıram. Belə dua etsən, Allah sənə səmadan bütün qapıları açacaq. Əgər sən peyğəmbərlərin və salih qulların dualarını düşünsən, görərsən ki, hər biri Rəbbini tanımış, ona necə yalvarmağını bildirmiş, acizini etiraf etmişdir. Onların dualarında aydınlıq, təslimiyyət və israr vardır. Ona görə dua edərkən mütləq bu məsələlərə diqqət etmək lazımdır. Uca Rəbbimiz dualarımızı qəbul eyləsin. İnşallah dua mövzusuna yenə toxunacaq. Həqiqətən də dua oxuyarkən, edərkən daha çox dua etmək həvəsi yaranır. Bu özü gözəl bir şeydir. Əgər dua etmək həvəsi, istəyi, şövqü səndə yaranıbsa, duaların qəbul olunacaq. Yəni gecə qalx, oruc vaxtı, oruc əsnasında, təravih namazından sonra yenə gecə namaz sayılır, dua elə və çalış, sahura qalx və sübh çağında bu duaları et. Rəbbimiz dualarımızı qəbul eləsin. Amin. Amin. Uzun illərdir ki, Ramazanda sizinlə bir yerdəyik, mənəvi qida alırıq, Yaşar müəllimdən dəyərli məlumatlar öyrənirik, elm öyrənirik, çox təşəkkür edirik, Allah razı olsun. Allahımızdan razı olsun. Mən iftarı gecikirəm, gec açıram, bunun nə kimi günahı var? Gec açma, yəni iftarı heç olmasa su ilə də olsa iftarı vaxtında açmaq lazımdır. Yəni iftar ona görə vaxtında açılmalıdır. Allah tutduğunuz oruçları qəbul etsin. Amin. Mən mart ayında Naxçıvana atamın, anamın qəbrini ziyarət etməyə gedəcəm. Oruç tutmalıyam, mütləqdir. Amma deyirlər səfərə gedəndə tutmalı deyilsən. Xahiş edərdim, mən səfərə yox, evimizə, ocağımıza gedirəm. Buna bir aydınlıq gətirərsinizmi? Səfərə gedərkən tuta da bilərsiniz, tutmaya da bilərsiniz. Biz bunu danışdıq. Yəni səfərdə olanda tutmaq da olar, tutmamaq da olar. Ona görə də ixtiyar sahibisiniz. Rahatsa tutun, çətinsə tutmayın. Yenə də ixtiyar sahibisiniz. İstəyərsə tutarsınız, istəyərsə tutmazsınız. Heç narahat olmayın yəni. Ümid son ölür hocam, nə gözəl söylədiniz. Mən işə qəbul olana kimi çox ümidsiz idim. Cavab çıxanda elə sevindim. İlk getdiyim yer anamın qəbrinin üstü oldu. Səhərə kimi qəbr üstündə ağlamışam və demişəm ki, ümid sonda ölür. Allah razı olsun. Ümidli olmaq lazımdır hər zaman. Hər gün Ramazan imsak iftar duası qeyd olunur. Bu dualar mütləq oxunmalıdır, yoxsa içimizdəki duanı edə bilərikmi? İçimizdəki dua bir də ki, istədiyin duanı edə bilərsən. Amma ki, bu sosial şəbəkələr paylaşırlar. Ramazanın birinci gün duası, ikinci gün duası, üçüncü gün duası. Belə şey yoxdur Peyğəmbərimiz. Onu insanı özlərindən düzəldir. Yəni Peyğəmbər deyim ki, sahabələrə, Ramazanın 30-cu gün duası, 17-ci gün duası, gəlin sizə verim. Yoxdur elə şey. İstədiyin duanı edə bilər. Sadəcə onu insanı özlərindən düzəldilər. Yəni Peyğəmbərimizdən elə bir dua yoxdur. İstədiyin duanı edə bilərsən. Allah sizdən razı olsun. Çox sağ olun. Suallarımızı cavablandırırsınız. Yoldaşıma uşaqlarla biraz məşğul ol dedikdə deyir, mən pul qazanıb gətirirəm. Tərbiyəsi ilə sən məşğul olmalısan. Xahiş edirəm, özəlliklə oğlan ataları oğlanları ilə məşğul olmalı deyillərmi? Məşğul olmalıdırlar. O yanlışdır. Yəni bu kişilərin çoxunun bəhanəsidir. Hər şeyi atır ananın üstünə. Doğru deyil. Atanın öz haqqı var. Oğlan uşaq ataya baxırlar. Ata tərbiyəsinə məşğul olmalıdır. Yəni o yanlışdır o. Yəni mən pul qazanıram. Yəni, bitdi, pul qazandım, bitdi, məsuliyyət bitdi. Yox, o yanlışdır. O hər bir insan yəni məsuliyyətin Allah hesab verəcək və Peyğəmbərimiz nə buyurur? Bir insana günah olaraq yetər ki, yəni məsuliyyəti üzərində olanları ihmal etsin. Öz oğlan uşağı ilə biraz analar məşğul olmaqda çətin olur da, yəni biraz asi olurlar. İncidirlər də analar. İşlərin düz getmir, neçə gündə özümü yaxşı hiss etmirəm. Deyirlər cadu olunub. Sizcə mən necə bilərəm mənə cadu olunub və cadudan danışa bilərsinizmi ümumiyyətlə?
Ümumiyyətlə hər şey caduya bağlamayın. İndi zamanımızda biraz mod olub. Bir şey olan kimi deyək ki, məsələn, işində problem var, ruzu azalır. Ay mənə cadu oldu, ay mənə gözdəydi. Yox. Cadu belə bəsit bir şey deyil. Bu cadu şeytan əməlidir. Şeytana ibadət edənlərin əməlidir. Ona görə çoxlu zikr eləyin. Əstəğfurullah zikri, la havlə və la quvvətə illə billah zikri, səhər axşam zikirləri, Əl-Bəqərə surəsini dinləyin, Əl-Bəqərə surəsini oxuyun, Ayət-i Kürsünü dilinizdən düşürməyin. Ona görə hər şeyi caduya bağlamaq düzgün deyil və ümumiyyətlə bu bilirsiniz sosial şəbəkələr açılandan sonra indi problem nədir? Cadukarların çoxu açıblar TikTokda bir dənə səhifə. Kim ona əlaqə saxlayır? Deyir ki, səndə görürəm cadu var. Sən hardan görürsən onu? Necə görürsən onda cadu var? Belə şey yoxdur, mən sənə gördüm var və yaxud da ki, şəklə baxırlar ki, səndə varmı deyə. Artıq o qədər gülünc vəziyyətinə düşüblər ki, hətta onlar haqqında artıq gülməli teatrda çəkirlər onlar haqqında, cadukarlar haqqında. Gözəl çəkiblər onu, bəyəndim. Allah tutduğunuz orucu qəbul etsin. Soruşmaq istərdim ki, əsr namazı saat neçədə qılınır? Bir dostumla aramızda kiçik mübahisəmiz olub əsr vaxtı ilə bağlı. Əsr vaxtı, yəni kalendarda yazılıb, o kalendar yazılıb. Qafqaz Müsəlmanlar İdarəsinin kalendarında var. Orada gözəl deyir o cadu məsələsində. Birisi də belə gülməli bir videorolik gördüm. Deyir, hardan bildin, ərindən problem var. Deyir ki, elə deyir, cadukarların yanına gedən ya ərinə problemini görürlər, ya da qaynana problemini görə gedirlər. O da deyir ki, səndə cadu var. İnanmayın, getməyin olan yanına. Aldadılar sizi. 10-14. Gözəl bacım, dünən də yazmısınız, amma o qədər uzun yazmısınız ki, mən bunu necə oxuyum? Heç olmasa xahiş edirəm, birləşdirin 2-3 cümlə olsun oxuyum. Salam, yuxuda cinsi yaxınlıq olur, o zaman cənabət qusulu almalıyam mı? Əgər bədəndən gələn axıntı gəlibsə, bəli, qüsl almalıdır. Xırda istəklərdən ötürü Allaha dua etmək düz olarmı və ya yatmaq orucu pozurmu? Yatmaq orucu pozmur, amma xırda istəklərin fərqi yoxdur. Hətta sahabələr deyir ki, duzu belə Allahdan istəyərdilər. Hər şey Allahdan istəyərdilər. Yəni hər şey Allahdan. Belə bir şey yoxdur ki, mən böyük arzuları istəyim, balacaları istəməyim. Əksinə, Allah təala istənilməsini sevər. 9 yaşlı oğlan uşağı oruç tuta bilərmi? Uşaq özü istəyir bu arada hocam. Tuta bilər, amma vacib deyil. Yəni istəyir tutsun gün ortaya qədər bir neçə saat. Vacib deyil, amma çətindirsə açsın. Çünki uşaqdır, özünə əziyyət verməsin. Yeməlidir. Hocam, belə bir sual var. Deyir ki, hocam deyir ki, məsəl üçün də ancaq Allahdan istəməlisən. Əgər bir insanın halı yoxdursa və ya çox yaşlıdırsa, o necə Allahdan istəyə bilər? Axı Allah ona gətirib verməyəcək. Necə verməyəcək? Allah yetirəcək. O gətirəcək deyəndə ki, Allah təala səbəb salar, başqa bir insanı göndərər. Allah təala sən mən istəyəndə ki, Allah təala mənə necə verir? İnsanlar bir-birinə səbəb edir, başqasının qarşısına başqasını çıxardır, getdiyin iş yaxşılaşır. Bu o yanlış sualdır yəni elə. Yəni məsəl üçün yəni duanın fərqi yoxdur ki, cavan olsun, yaşlı olsun. Yaşlı olanda Allah təala necə verir? Özü yəni qismət eləyir, nəsib eləyir, yollar açılır. Birisini sənin xidmətinə göndərir, birisini səbəb eləyir. Yəni deyir ki, yəni yeriyə bilmirsə, heç nə eləyə bilmirsə, Allahdan istəyirsə, yəni Allahdan nə ona istəsin? Deyir, niyə yəni Allahdan istəyincə gələcəkmi, yoxsa deyir ki, məsəl ağız açıb istəməlidir də, o deyir bunu. Allahdan istəmək elə o deməkdir. Allah istəsin ki, Allah da kimlərsə nəsib eləsin. Kimlərsə göndərsin. On başqasına demək kimi sağ insana ki, gəl mənə suyumu ver, yeməyimi ver. Bunu dinimiz demir ki, olmaz deyə. Hocam, vaxtı, zamandır. Susuzluq getdi, damarlar islandı, Allahın izi ilə savablar hasil oldu, yazıldı. Allah qəbul eləsin inşallah. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Ya Resulallah.
سيار الفلاح الله أكبر الله أكبر لا إله إلا الله Ya dua zamanı. Təşəkkür etmək istəyirəm. Sevgili dinləyicilərimiz, bizə hər zaman iftarı göndərən məkan Anadolu Restoranlar şəbəkəsinə çox təşəkkür edirik ləziz yeməkləri üçün. Siz də iftarınızı Anadolu Restoranlar şəbəkəsində aça bilərsiniz və çox sağ olsun hər dəfəsində bizə kofeni göndərən məkan Second Cap. Second Cap, Allah razı olsun. Allah razı İçirik kofələrindən. Bəli, çox dadlıdır, ləzzətlidir, var olsunlar. Həqiqətən iftarda kofenin dadı bir başqadır, ləzzəti bir başqadır. Second Cap-dan gəlincə isə Biz ixtira eləmişik bunu. bəli, biz ixtira elədik. Second Cap, çox təşəkkür edirik, çox sağ olun. Rəbbimizə şükürlər olsun. Uca Rəbbimiz dualarımızı qəbul eləsin. Ən gözəl sevincləri yaşayırıq. Hər zaman belə həyatımız sevincli olsun. Allah xalqımızı qorusun. Rəbbimiz bu gözəl vətənimizi qorusun. İnsan sevinir, fəxr edir ki, belə bir gözəl əmin-amanlıq yurdunda yaşayırsan. Bu evladın, bu vətənin evladıyıq. Rəbbimizə həmd olsun. Üç rəngli bayrağımız həmişə yüksəkliyə dalğalansın. Uca Rəbbimiz bu gözəl vətənimizi qorusun. Məkir düşmənlərin hilələrindən. Uca Allah şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Hər zaman şəhidlərimizə dua eləməliyik. Onların bizim üzərimizdə haqqları çoxdur. Allah əsgərlərimizi qorusun. Sağ-salamat ailələrini qovuştursun. Bu gözəl vətənimiz üçün çalışan, əmək sərf edən, yorulmadan, səy göstərən, öz gücünü, biliyini, bacarını sərf edən Ali Baş Komandanımız, ölkə rəhbərimiz İlham Əliyev cənabından Rəbbimiz qorusun, işlərini müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin. Həmd olsun Rəbbimizə ki, belə gözəlliyi bu əmin-amanlıq yurdunda yaşayırıq, dinləyicilərimizə bərabər radyo başında dua edirik bir-birimizə. Bu həqiqətən də Allahın böyük nemətlərindən birisidir. Duadan danışmışdıq. Bir neçə mövzuya toxunan sonra suallara keçək. Dinləyicilərimizin sualları çoxdur. Deyək ki, səltənət sahibi olan Allah hər şeyi, xəzinələri əlində saxlayandır. O aciz deyil və heç nə ona ağır gəlməz. O öz izni ilə verir, ruzləndirir, şəfa verir, əta edir. Ona görə əgər peyğəmbərlərin, salih qulların, Rəbbinin yolunu tanıyan hər kəsin dualarını düşünərək incələsən, çox aydın şəkildə görərsən ki, onlar duanın hər bir sözündə Məlikül Muluk, bütün kainatın sahibi, Allah'a tərif edər, acizli etiraf edərdilər. Və onlar nə deyərdilər? Bütün xəzinələr sənin əlindədir. Və sən istəklərini versən, sənin xəzinəndən heç nə azalmaz. Və bizim istəklərimizi qəbul etmək sənə çətin də gəlməz, ağır da gəlməz. Bax, bu deməkdir dua, acizlik. Ona görə qəm gecəsi nə qədər uzun olsa da mütləq bir gün sona çatar. Səhər açılar və sevinci qəlblərimizdə alovlandırar. Nə qədər insan var ki, gözləri yaşlı, başı aşağı, ümidsiz şəkildə gecəni oyaq keçirdi, amma birdən dua etdi, Allah onu xilas etdi, şəfəq doğarkən sevinclə dolub daşdı. Ona görə Allah sənin qəlbində dua etmək arzusu yaratdığını və bu duaya cavab verəcəyinə dair hiss etdiyini gördükdə, sən bunu sadə və təsadüf bir şey sayma. Deməli, Rəbbin sənə bunu istəyib. Həqiqətən də bu sənə verilmiş xüsusi bir paydır, seçilmişlikdir. Allah sənə kömək etməsidir. Sənə verilmiş bu his, dua etmək istəyi və ümid özü elə bir cavabdır. Rəbbinin duasına cavab verdiyi anlar, xeyri və neməti gördüyün anlardır. Çünki Allahın neməti və ruzusu qəfil gəlir və geniş şəkildə gəlir. Ona görə başqasının üzərində bir nemət görəndə həsəd etmə, özün üçün də istə, bu duanın qəbul vaxtıdır. Dəlil nədir? Zəkəriyyə əleyhissalam. Nə zaman Məryəmin yanına girəndə onun yanında ruzu gördü. Allah Quran-ı Kərimdə bunu bizlərə belə vəsf edir. Orada Zəkəriyyə Rəbbinə dua etdi. Məryəmin yanına girir, görür ki ruzu. Hardandır bu? Deyə Allahdan. O zaman nə elədi? Dua elədi. Baxın, dedi, ey Rəbbim, mənə öz dərgahından pak, təmiz bir nəsil övlad bəxş elə. Sən doğrudan da duaları eşidənsən.
Sonra mələklər ona səsləndilər. O mehrabda dayanıb dua edirdi. Allah sənə Yahyanı müjdəliyir. Allah da hətta evladının adını da özü qoyur. Yahya deyir. Müjdəliyir. Və Allahdan bir sözü təsdiqləyəcək. Nəfsinə hakim, iffətli və salihlərdən olacaq. Əl-İmran surəsi. Bu duanın heyrətamiz hekayəsi. Yəni həqiqətən bu nə duadır? Allahım, sən əff edənsən, əff etməyi sevirsən, məni əff eylə. Ramazan boyu dilindən düşürmə. Niyə? Çünki əgər Allah təala qulunu əff edərsə, bütün nemətləri onun başından yağdırar. Və bu həmçinin Qədir gecəsində edilən dualardan birisidir. Amma Qədir gecəsini gözləmə. Elə hər gecə, hər zaman, nə zaman Ramazan xaricində səcdəyə getdin, dua edirsən, əlini açıb dua edirsən, birinci denə ki, Allahım, sən əff edənsən, əff etməyi sevirsən, məni əff eylə. Baxın, deyir alimlərdən birisi, Ramazan ayının 27-nin gecəsi idi. Atamla birlikdə təravih namazı üçün Məscid-i Harama gedirdim. Və səsküy gəldi. Gördüm ki, gənclərdən ibarət bir dəstə. Qədir gecəsi, onlar isə boş-boş işlərlə məşğuldur. Onlara yaxınlaşım, dedim ki, bu mübarək gecəni belə keçirmək istəməzsiniz hər halda. Allahdan bağışlama diləyin. Sonra yüksək səslə bu duanı dedim. Allahumma inneke afuvun tuhibbul affa fa'fu anni. Allahım, sən əff edənsən, əff etməyi sevənsən, məni əff eylə. Bir neçə və təkrar etdim. Sonra dedim, bax bu Peyğəmbərin Qədir gecəsində oxumağımızı tövsiyə etdiyi duasıdır. Sonra deyir ki, üzərindən nə qədər uzun bir vaxt keçdi, illər keçdi. Mən bir yerə getmişdim, orada bir gənc mənə yaxınlaşdı. Dedi ki, tanıdın mı məni ey dəyərli insan? Dedim, xeyr. Dedi, o gənclərdən biriyəm. Allah mənə də hidayət etdi, deyir. Odur, duanı deyir, heç zaman deyir, dilimdən deyir, düşünmürəm. Allahım, sən əff edənsən, əff etməyi sevirsən, məni də əff eylə. Ona görə nədir? Dua bax bu deməkdir. Yəni, hər zaman duanda bağışlanma dilə. Ondan sonra Allahdan nədir? İstəkləri istə. Baxın, dua elə bir şeydir ki, sidq ürəklə edilsin. Baxın, bu olmuş hadisə. Deməli, Birləşmiş Ərəb Əmirliklərində tanınmış bir iş adamı ilə keçirilən jurnalist görüşündə o belə sual verdilər ona ki, Rəbbinizlə yaşadığınız ən qəribə vəziyyətiniz hansıdır? Yəni, təəccübləndin. İş adamlarının birisi jurnalistlərin görüşündə buna belə sual verdilər. O dedi ki, gecələrin birində narahatlıq içində idim. Qərara gəldim ki, küçədə gəzim. Biraz vaxt keçsin, yata bilmirəm. Yolda bir məscidin açıq qapısından, yoldan keçərkən gördüm ki, bir məscidin qapısı açıqdır. Dedim, qoy mən də girim, 2 rükət namaz qılım, onsuz yata bilmirəm. İçəri daxil oldum və orada bir kişini qibləyə doğru durmuş, dua edirdi. Əllərini göyə qaldırmış, səmimi şəkildə dua edirdi. Duasına o qədər qərq olmuşdu ki, kimin gəlib getdiyini hiss etmirdi. Baxın, mən dayanıb onun duasını dinlədim. O qədər dərdli idi ki, o qədər gözə işdən yana dua edirdi ki, mən onun duasından təsirlərim, göz yaşlarımı saxlaya bilmədim. Duasını bitirdikdən sonra ona yaxınlaşıb dedim, qardaşım, sənin dərdin nədir? Niyə bu qədər üzülmüsən? Dedi, borcun var. Və deyir, məbləği dedi, deyir. Həmən məbləğ də deyir, cibimdə deyir. Çıxartdım o məbləği, ona verdim. Dedim, bu məbləğ üzərində də artıq verdim. Nə varsa cebimdəkini verdim ona, deyir. Baxın, deyir. O sevincindən yenə də dua etdi. İmkansız birisi olub işləməyə gələnlərdən birisi. Sonra bir kağız çıxarıb üzərində telefon nömrəsini yazdım. Ünvanın telefon nömrəsi. Dedim, əgər nə vaxt ehtiyacın olarsa, çəkinmədən mənimlə əlaqə saxla. Yəni, bu jestin qarşında sadəcə olaraq onun nə cavab verəcəyini bilmək üçün. Görüm, nə cavab verəcək bu adam. Dedi ki, xeyr qardaşım, Allah səni xeyirlə mükafatlasın. Mən bu nömrəni istəmirəm. Nə vaxt ehtiyacım olsa, Allahdan istəyəcəyəm. Əllərimi ona qaldırıb ehtiyacımı ondan istəyirəm. Allah bu dəfə səni göndərdi, başqa vaxtı başqasını göndərər. Deyir, mən deyir, həyatımda deyir, belə insan görməmişəm, deyir. Dedi, nə inirəm sənin əlaqə nömrəni? Bu da həmin o sualın da bir növ cavabı oldu, deyil mi hocam? Bəli. O demişdi ki, dua ed, Allah'tan istəyim. Dua edərsən, insan var, dua etməz, özünə güvənər, heç kimsə gəlməz kömək. Amma Allaha dua edərsən, Allah təala sənin xidmətinə hər kəsi göndərər. Ona görə də, yəni bax, dua bu deməkdir. Baxın, deyir, məni yuxudan deməli, deyir, bu adamın duası çıxardıb, deyir. Yatmağa qoymayan bu adamın duasıdır. Baxın, nə deyir alimlərdən birisi? Şam şəhərində işləyirdim. Bir axşam dostlarımdan birinin evində oturmuşduq. Hava çox bürkülü və sıxıntılı idi. Nəfəs almaqda belə çətin gəlirdi. Yoldaşlarımdan icazə alıb çölə çıxdım ki, biraz havalanım.
Amma nəfəs almaqda yenə çəkinli çəkirdim. Otura bilməm. Dedim çıxım çölə biraz hava alım. Evə çatanda hava çox qaranlıq idi. Yolun bir tərəfində gördüm ki, yenə də nəfəs almağa çətinlik çəkirəm. Dayandım. Bir anlıq. Ətrafıma baxdım. O zaman qarşı tərəfdə bir qadın gördüm. Aydın görünür ki, ağlayırdı. Allaha dua edir. Yaxınlaşdım. Dedim, bacım nə olub? Dedi, ərim məni bu vaxt evdən qovub. Uşaqlarla birlikdə çöldəyəm. Kimsəm yoxdur. Yalvarıram deyir, mənə yardım elə. Dedim, bəs niyə gündüz kimləsə müraciət etmədin? Dedi, gündüz çəkindim. Kimə ağız açım? Dedim, niyə dövlətə şikayət etmədin? Deyir, necə şikayət edim? Çəkindim. Deyir ki, həqiqətən o qədər ağladı ki, mən də ağlamağa başladım. Dedim, Allahın hökmünə bax. Biz bilmir, Allah hökmünü verib və məni bu gecə bu qadının işi üçün göndərib. Qaranlığın içində bir adamı çıxardır ki, o da qadının duasına vasitə olsun. Həqiqətən Allahın kömək və mərhəməti təəccüblü yollarla gəlir. Bəli, gecənin qaranlığında heç kimin görmədiyi bir yerdə sadəcə Allahdan istəyən bir qadının duası necə də tez qəbul olunur. Ona görə yəni mömin daim yəni dualarında həm israrlı olmalıdır, həm inanaraq dua etməlidir. Uca Allah nədir? Bütün duaları qəbul edəndir. Yəni duaların, əlbəttə duaların sirləri o qədər çoxdur ki, duaların sirləri, yəni duanın gözəllikləri. Həmçinin duaların bir sirinə toxunaq, suallara keçək. Vaxtımız yəqin ki var. Duanın sirlərindən dua və yalvarışlarda israr etmək vacibdir. İsrar. Yəni bir şeyi təkrar istə. Bəzən insan ümidsizlik hiss edir və elə zənn edir ki, dünyanın bütün qapıları bağlanıb, həyatı çətinləşib. Belə anlarda sadəcə əllərini göyə qaldır, tam bir inan və yəqinlə de ki, ey Rəbbim. Duanın qəbuluna ən yaxın vaxt səcdədədir. Allah ən yaxın olma halı səcdədədir. Həmçinin səhər vaxtı, sübh namazdan əvvəl. Kim günahının böyüklüyünü və ya sıxıntısını ehtiyac dərk edərsə, bu yaxınlıq onu Rəbbinə qarşı gözəl zənnə aparar. Ey dərdli, ey dərdi atan, gecəni yuxusuz keçirən, səhər vaxtı Rəbbinə qarşı qorxu və ümidlə dolu olan kəs. Səhər vaxtı səcdədə mütləq sənin duaların Məlikül Mülk olan Allaha çatar. Çünki ona yalvar, ona boyun əy. Çünki Allah qapısında dayanmış, məcbur qalmış bir qulu heç vaxt zəlil etməz. Allah sənin üçün seçdiyin hər şeyi saxlamış, onu səndən uzaqlaşdırmış ola bilər. Bunun səbəbi isə budur ki, sənin üçün daha xeyirli olanı istəyir. Səni ondan başqası ilə məşğul etmək istəməz və səni yalnız özünə qaytarar. Duanın uzunluğunda görün nə qədər hikmətlər var. Həqiqətən Allah öz qapısında çarəsiz halda dayanan bir qulu heç vaxt rüsvay etməz. Bəzən Allah sevdiyin bir şeyi səndən məhrum edər və sən buna görə gözləyərsən. Allah Teala hər bir şeydə xeyir olur. Baxın, Musa əleyhissalam uşaqları diri-diri Firon öldürürdü. Nə dedi Allah Teala? At onu dənizə, çaya. Sonra nə deyir? Biz ona süd verən qadınları haram etdik. Uşağı tapıblar, süd üçün gətirirlər, heç bir qadından süd içmir. Niyə? Yenidən anasına qaytardı. Yəni bunun səbəbi odur ki, Allah sənin üçün daha xeyirlisini gizlətmişdir. O səni ondan başqası ilə məşğul olmanı istəməz. Uca Allah buyurur, beləliklə onu yenidən anasına qaytardıq ki, gözü aydın olsun. Həqiqətən də sübh vaxtı. Baxın, Peyğəmbərimizin bir hədisi, səhih hədisdir bu. Heyvanlar dua edir, əlbəttə edir. Allah da Quran-Kərimdə buyurur, "Və in min şeyin illə yusabbihu bihamdi." Hər bir şey Allahın şanına təriflər edər. Amma siz onların tərifini anlamırsınız. Peyğəmbərimiz bilsin nə buyurur? Ərəb atlarından elə bir at yoxdur ki, yəni ərəb atı o atı deyil, bütün atlara aiddir. Hər səhər vaxtı sübhə yaxın ona 2 dua etməyə icazə verilməsin. Atlar belə dua edirlər. O belə deyər, Allahım, məni Adəm övladlarından kimə vermisənsə, məni ona məxsus eylə. Məni onun ailəsinin və malının ən sevimlisi eylə. Bildiniz niyə atları sevir insanlar? Dua edirlər. Yaxşı atları, cins atları hər kəs sevir. Hətta elə əzizləyirlər ki, yəni at sevən insanları tanıyıram da, yəni öz evladı kimi əzizləyirlər. Baxın nə deyir? Sahil Cəm əsərində. Amma nə zaman dua edərlər? Hikmət var burada. Ərəb atlarının elə bir at yoxdur ki, hər səhər vaxtı, yəni sübhə yaxın, gecənin 1/3 hissəsində duaları qəbul etdiyi zaman
ona iki dua etməyə icazə verilməz. O belə deyər: Allahım, məni Adəm övladlarını kimə vermisənsə, məni onun üçün məxsus eylə. Məni onun ailəsini və malının ən sevimlisi eylə. Baxın, əsl ərəb atları və ya atlar sübh vaxtını yaxşı tanıyır. Sübh vaxtında edilən duanın sən də dəyərini bil. Duanın qəbul olması üçün iki vasitə vardır. Allaha onun adları və sifətləri ilə yönəlmək və Allaha qulluq ilə yönəlmək. Yəni, Allah, mən sənin qulunam. Bu iki vasitə ilə edilən dua demək olar ki, geri qaytarılmaz. Bir adları ilə, sifətləri ilə: Ya Razzaq, hər şey qadirsən, Ya Cabbar. Bir də ki, ey Rəbbim, mən sənin nədir? Qulunam. Baxın, deyir ki, kim duaya ilham alınarsa, yəni dua edir, çox edir. Artıq onun qəbul olması istənmişdir. Çünki Allah Teala buyurur, Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən Allah sevdiyi qulunu duada möhkəm eləyər. Daim dua edir. Ona görə dua. Kimə dua qapısı açılmışsa, ona bütün xeyir qapılar açılır. Baxın, Ramazanın gündüzündə oruç tutmuşsan, yol gedirsən, dua. Hər şey istə Allah Teala'dan. Ona görə əgər insan dua edərkən, əgər Allah istəsə qəbul edər deməsin. Bu yanlışdır. Nədir? İnşallah duam qəbul olunar. Xeyr, olmaz. Duada deyirsən ki, ey Rəbbim, duamı qəbul elə. İstəyə bağlama olmaz. İnşallah nə deyilir? Sabah falan işi görəcəm, inşallah. Allah istəsə. Əgər Allah istəsə qəbul edər deməsi yaraşmaz. Əksinə, istəyi qətiyyət etməli. Məsələni böyütməli və arzunu gücləndirməlidir. Yəni, Allah Teala'dan böyük şeylər də istə. Demək ki, o böyük şeyə mən necə nail ola bilərəm? Yox. Çünki Allah istəməsinə görə, yəni, Allahın nemətləri genişdir. Çünki bəndə dua etdikdə Allah onu qəbul edər. Ya istəyini ona verər, ya ondan bir şər uzaqlaşdırar, ya da qiyamət günü onun üçün gününə saxlayar. Sən nə qədər duaların böyük olsa o qədər yaxşıdır. Çünki deyir ki, mənə dua edin, mən sizə cavab verim. Yəni, sənə elə açarlar verilmişdir ki, onlarla ən möhkəm bağlanmış qapıları belə açılar. Elə isə dua açarından istifadə et. Onunla hər bir bəlanın qarşısında rahatlıq qapılar açılar. Allah Teala buyurur, mən çarəsinin duasına cavab verərəm. Baxın, duanın qəbul olması ən güclü sirlərindən biri də sənin zəifliyinin ehtiyacını və ey Rəbbim deməklə deməyin ölçüsünə görədir. Yəni, ey Rəbbim, bunu necə qəlbinlə deyirsən? Sidq ürəklə, istəklə, qəlbində Allahın gücünə, qüdrətinə qarşı bir inan var. Beləcə Allah sənin üçün qapıları açar və duanı qəbul edər. Baxın, deyir ki, alimlərdən birisi, əgər səni dua etməyə doğru çəkən bir his oyansa, bil ki, Allah sənin duana cavab vermək istəyir. Duanın iki müjdəsi onun qəlbində, ilk müjdəsi onun qəlbində yaranmışdır. Çünki ehtiyacı qəlbinə salan, istəyi içində oyadan odur. Əgər Allah sənə uyğun vaxtlara yönəldibsə, səsini eşidibsə, sözlərini qəbul edibsə, naləni duyubsa, göz yaşını axıdıbsa və qəlbində ümid hissi yaradıbsa, deməli istədiyin sənin üçün asanlaşdıracaq və duanı qəbul edəcək. Ona görə nədir? Duanın yəqin gücü, Allaha yəqinlik adlanan bir güc vardır. Bu güc bizi çətinliklərə dözməyə, səbirli olmağa və dua etməkdə davam etməyə vadar edir. Hətta bütün qapılar bağlı olsa belə, şərait ağır görünsə və səbəblər ümidin əksini göstərsə belə, biz buna baxma, inanırıq ki, Allah hər şeyi bizim üçün xeyirli olan vaxtda yoluna qoyacaq. Çünki biz Allahın qüdrətinə, hikmətinə və hər şeyi ən doğru şəkildə idarə etməsinə inanırıq. Gecə vaxtı Allahın huzurunda ağlamaq, ona boyun əymək, təslim olmaq, səni razılıq və səadət bağlarına deyik aparar. Bu hal qəlbində elə bir rahatlıq yaradır ki, onunla mərhəmətin müjdələrini və duaların qəbulunu hiss edərsən. Elə bir həqiqəti görərsən ki, onu yaşayana qədər dərk etmək olmur. Çünki sən kərim olan Allahdan umursan, Allah Teala hər şeyə qadirdir. Ona görə ancaq qəlbini Allaha bağla. Allahdan başqası bağlıqları qəlbindən çıxar. Çünki bu kainatın bir nizamı var və Allah bu nizamı öz nəfsinə vacib etmişdir. İdarə edən odur. Ona görə də Allah Teala vəd etmişdi Musanın anasına. Demişdi, uşağı qorxanda at, mən səni ona qaytaracağam. Bu vəd necə də doğru çıxdı. Allah da səni ruzu vəd edəndə, duanın qəbulunu vəd edəndə, bu vədin gerçəkləşəcəyinə necə də yəqinlik hasıl olur. Bəs səninlə Allah arasında olanlar düzəlsə, ondan gələnə razı olsan, Rəbbin səni razı salacaq şeylərə müjdələyəcək. Ona görə
duanın qəbulunun göstərən sirlərdən, əlamətlərdən bunlardır. Qəlbdə xuşu, Allah qorxusu, ağlama, təsirlənmə, ürpəti, qorxu və ümid hissi, dərin kövrəklik. Bunun ardınca isə qəlbin sakitləşməsi, daxili rahatlıq, bədənin yüngülləşməsi, daxildən gələn bir rahatlıq, qəlbində bir fəallıq, istək, zahirdə isə təvazükarlıq. Hətta dua edən insan elə hiss edər ki, sanki yük onun çiynindən götürülüb və artıq ona daşımaq çətin deyil. Baxın, deyir ki, alimlərdən birisi Şəvkani, bu əlamətlərin hamısı təcrübə ilə bilinən şeylərdir. Onları sübut etməyə ehtiyac yoxdur. Baxın, deyir alimlərdən birisi, bir kişi işdən çıxarılmışdı. O bu vəziyyət ona çox kədərləndirmişdi. O sıxıntı dərdin ən ağır həddinə çatmışdı. Allahın izni gəlir alimin yanına. Halını görəndə deyir ki, nə olub sənə? Dedi ki, işimdən çıxarılmışam. Dedi, başqa bir işə daxil olmaq istəyirəm. Mənə bir vasitə taparsan, səbəb taparsan, kiməsə tərifləmək üçün. Dedi ki, hansı işdir? Dedi, filan yerə. Dedi, mən tanıyıram. Təsirli, deyir, tanıyırsan? Deyir, bəli, tanıyıram. Mənim üçün danışarsan? Deyir ki, elə sən özün danış ondan. Təəccüblənir. Deyir, kimdir ki o? Deyir, Allah. Burada səni tutan tərəddüd nədir? Sonra deyir, Allahdan qorx. Əgər burada bir insan adını çəksəydim, onun yanına get desəydim, dərhal qaçardın. Amma sənə Allah deyəndə tərəddüd mü edirsən? Niyə Allahı tanımırsanmı? Heç sübh vaxtı dua etməyi sınamısanmı? Allahın istəyi ilə, bax budur deyir yol. Deyir ki, təəccüdür ki, sonra gəlin yanına. Sənin yanından qalxandan sonra Allahın köməyi ilə sübh vaxtı oyandım. Sanki kimsə məni qaldırdı. Allah istədi ki, namaz qılım, dua edim və Allah tam güvənim. Səhər açılanda iş yerinə getmək istədim. Allah istədi ki, yolumu dəyişim və başqa bir idarəyə girdim. Daxil oldum, olan rəhbərlə görüşdüm, məni mehriban qarşıladı, dərdimi danışdım. Dedim, belə-belə, dedi, biz sənin kimi birisini axtarırıq ki. İki iş arasında qalmışdım indi. Bunu seçeyim, yoxsa o əvvəl ki, ora məni geçsin, mənə görə danışmasını deyim. Sonra deyir, ən yaxşısını seçdim deyir. Baxın, ona görə nədir? Dua bu deməkdir. Sidq ürəklə Allahdan istəmək. Ona görə dua edərsənsə, baxın, keçmişdə baş verir. Ömər ibn Səb Əl-Xəzrəci rivayət edir ki, Bəsrə əhlindən bir kişinin qulağına bir daş girmişdi, çınqıl. Həkimlər çıxarmağa çalışdılar, lakin bacarmadılar. Yəni, o qədər dərinliyə girmişdi ki, gecələr ona yuxu vermedi. O vaxtda tibb də yox elə. Həyatın rahatlığı əlindən alınmışdı. O kişi Həsən Basrinin dostlarından olan bir adamın yanına gəlib dərdini o danışdı. Dedi, vay halına, əgər sənə fayda verəcək bir şey varsa, o da Əla İbni Əbi Hədrəminin dənizdə və səhrada etdiyi duasıdır. Dedi ki, o hansı duadır? Sahillərdən bir soru Əla İbni Hədrəmi. O hər zaman dənizdə, səhra bu duanı edir. Nədir o dua? Deyir, ya Ali, ey uca, ya azim, ey əzəmətli, ya alim, hər şeyi bilən, ya həlim, ey həlim olan. Dedi, o duanı oxudum, and olsun ki, ayrılmamışdım ki, daş qulağımdan düşdü deyir. Allahın adları, ya Ali, uca, ya azim, əzəmətli, ya alim, hər şeyi bilən, ya həlim, ey uca olan, ey böyük olan, ey hər şeyi bilən, ey həlim olan. Ona görə dua edəndən sonra bəzən nə olur? Şeytan sənə gəlib vəsvəsə verər. Səni duadan çəkindirməyə çalışar ki, Allah dua etdi, amma duan qəbul olunmadı. Niyə? Duanı tərk et. Çoxları buna görə duanı tərk edirlər. Amma sən isə belə denə, tələsmə. Denə ki, mən Rəbbimə ibadət edirəm, ey məlun. Çünki Allah sənin yalvarışını eşitmək istəyir. Sənin səmimi yönəlişini görür. İstiğfarını, əstağfurullah eşidir və gözlərindən axan göz yaşlarını görür. Bu göz yaşları tövbə, ümid və Allahın qorxusuyla müşahidə olunur. Ona görə bil ki, ya Allah duanı qəbul edər, ya böyük bir şərri onun müqabilində səndən uzaqlaşdırar, ya da onu axirətdə saxlayar. La ilahe illallah. Bəzən bəla gələcəkdir, o etdiyin duanı qəbul etmə, amma səndən bəlanı uzaqlaşdırdı. Sən siz deyirsən ki, duam qəbul olunmadı. Hansı ki, o bəla ilə o istəyin gəlsəydi, o bəlaya görə o istəyindən heç zaman həzz ala bilməyəcəkdi. Allah hikmət sahibidir. Ona görə Allah gözəl əməl edənlərin savabını itirməz.
Hətta o günə qədər ki, dünyada duaların qəbul olunduğunu sanan insanlar, əgər Allahın qiyamət günü digərləri üçün saxladığı savabları görsəydilər, istəyərdilər ki, dünyada heç bir duaları qəbul olunmayardı, onun əvəzini axirətdə alardılar. Baxın, deyək ki, Cəbirdən gələn rivayətdə qiyamət günü mömin bəndə Allahın huzurunda dayandırırlar. Allah ona deyər, ey qulum, mən sənə dua etməyi əmr etdim və sənin üçün duanı qəbul edəcəyimi vəd etdim. Bəs sən mənə dua edirdinmi? Deyəcək, bəli, ey Rəbbim. Allah təala buyurar, elə bir dua etmədi ki, mən onu sənin üçün qəbul etməmiş olum. Məyər filan gün filan dua etmədinmi? Sənin başına gələn o müsibəti səndən uzaqlaşdırım və səni sevindirim. Bəndə deyər, bəli, ey Rəbbim. Allah buyurar, mən onu dünyada sənin üçün tez qəbul etdim. Sonra buyurar, filan gün filan dua etmədinmi ki, sənin başına gələn bu müsibəti aradan qaldırım və səni sevindirim, lakin sən dünyada onun nəticəsini görmədin. Deyər, bəli, ey Rəbbim. Allah buyurar, mən onu sənin üçün cənnətə saxladım. Düşünün, neyiniyər? Cənnətə saxladım, deyir onun üçün. Ona görə hər zaman nədir? Dua faydalıdır. Rəbbinə dua et. O zaman bəndə anlayacaq ki, etdiyi duaların heç biri itməyib. Sadəcə cavablar fərqli olub. Allah ya istədiyini verib, ya səni şərdən qoruyub, ya da daha gözəlini axirət üçün saxlayıb. Baxın, insan var, dua eləyir, istəkləri var. Hansısa bir, ola bilsin, günahlarına görə bəla gələcəkdir, bəlkə evladına, ailənə. O duanın müqabilində Allah təala səni evladından, ailəndən bəlalar uzaqlaşdırıb, sən isə inciyirsən ki, Rəbbim duanı qəbul etmədi. Hansı ki, o bəlalar gəlsəydi, ailənə, evladına, o əldə etdiyin nemətin nə ləzzət olacaqdı, gözündə heç bir dəyəri olmayacaqdı. Həmçinin baxın, bir insan dua etdiyinə görə Allah təala buyurur ki, Həsən Abbasdan gələn rivayətdə bir insan dua etdiyinə görə bir salih insan, bir salih ata dua edir evladları üçün, ailəsi üçün. Allah təala deyir, onun duasının nəticəsini onun 7 nəslinə verərdi. Bəlkə sənin duana görə, səndən sonra gələn, sənin nəslindən insanlar xoşbəxt olacaq sənin duana görə. Sən isə deyirsən ki, duam qəbul olunmadı. Ona görə mömin bəndə dua edəndə etdiyi dua mütləq hədər getməz. O dua ya dünya dərhal cavab tapar, ya da axirət üçün saxlanırlar. Qiyamət günü mömin bunu görəndə deyəcək, kaş dünyada dualarım heç biri tez qəbul olunmayaydı. Çünki o gün anlayacaq ki, axirət üçün saxlanan dualar dünyada aldığı cavablardan qat-qat dəyərlidir. Yəni dua itmir, sadəcə cavabın vaxtını Allah müəyyən edir. Əgər dünya həyatına qəmlər artarsa, sıxıntılar uzanarsa və ya bəla ağırlaşarsa, insanlardan biraz uzaqlaş, qəlbini Allaha tərəf çevir. Üzünü səmaya tut və dua et. Çünki orada səni eşidən, səni anlayan, duana cavab verən, kərim və rəhim olan Rəbbin var. Allah bəzən duanı tədricən cavab verər. Elə ki, sən duaların ardını gətirəsən, qəlbini tam ona bağlayasan. Bəlkə də sən bir çıxış yolu gözləyirsən, amma Allah sənə heç gözləmədiyin yerdən bir qurtuluş hazırlayır. Deyir, Allah and olsun, Allahın tərəzilərini necə dəyişdirdiyini görüb təəccüblənəcəksən, yəni qanunları, sənin dualarına görə, Allaha olan gözəl zənninə görə və qəlbindəki sarsılmaz inama görə. Allah bəzən duanı tez qəbul edər, etməklə səni sevindirər, bəzənsə cavabı gecikdirib, səbirlə səni ucaldar, amma hər iki halda səni xeyrə aparar. Ona görə ümidini itirmə, Allah mərhəmətdən ümid kəsmə, qəlbini Allaha bağla. Fərəc geciksə də gələcək, bəla uzansa da bitəcək və sevinc mütləq qapını döyəcək. Əgər sizdən biri həm dünya, həm axirətin xeyrini istəyirsə, ümidini möhkəmləndirsin və istədiyin yalnız ondan istəsin. Çünki onu tərbiyə edən, ona nemət verən və ona yaxşılıq edən odur. İnsan Allaha nə qədər gözəl zənn bəsləyərsə, arzu da bir o qədər böyüyər və istəyi genişlənər. Çünki Allah təala buyurur, göylərin və yerlərin xəzinələri Allahındır. Münafiqun surəsi. Əgər ümidin ruzi verəndədirsə, əlini ona doğru aç. Çünki Allah verdiyi vədindən dönməz. Necə ki, Zəkəriyya Aleyhisselam demişdi, Rəbbinə gizli şəkildə səslənmişdi. O Rəbbinə gizli bir səslə nida etdi. Məryəm surəsi. Ona görə deyir ki, duanın pıçıltı ilə edilməsi səslə qaldırmadan daha gözəldir. Duanın gizli edilməsinin səbəblərindən biri budur ki, dua edən bəndə səmaların Rəbbi qarşısında həya edir, səsini ucatmır. Dua zamanı həyanı özünlə götür. Qəm gecəsi nə qədər uzun çəksə də, axır bir səhər gəlir və sevinç qapını döyür. Ona görə Allah təala sevir pıçıltı ilə edilən duanı. Ehtiyac yoxdur duada səsini qaldırmağa. Peyğəmbər nə deyər? Duada səsinizi qaldırmayın. Sahabilər bir dəfə səfərdən qayıdarkən səslərini qaldırırlar zikirdə. Deyir ki, öz nəfsinizi əlinizə alın.
Siz eşitməyən, duymayan, görməyənə dua etmirsiniz. O deyir sizə çox yaxındır. Ona görə pıçıltı ilə dua nədir? Duaların qəbul üçün ən gözəl səbəblərdən birisidir. Rəbbimiz bütün dualarımızı qəbul eləsin. Dua mövzusu bitmir. Çox gözəldir. Yenə davam edəcək inşallah. İnşallah hocam, çox sağ olun. Allah razı olsun. Səsli mesaj göndərən dinləyicilərimiz var, amma rica edirik ki, səsli mesaj yollamasınlar. Çünki səsli mesajları oxuya bilmirik. Bir dinləyicimizin yazısı var. Onu səsləndirmək istəyirəm hocam. Çox təşəkkür edir. Bu mesajıdır, xahiş edirəm, oxuyun. İllər sonra yazıram sizə bu mesajı. 2022-ci ildə radionu açmışdım. Təsadüfən sizin verilişə rast gəldim. Ramazanın başlanğıcıydı. Həmin Ramazan yoldaşımla oruç tutduq ilk dəfə. Hətta namaza da başladıq. Ramazan bitdi, amma biz Yaşar müəllimin dediyi zikirləri edirdik yenə də. Rəbbim bizi gözəl yola hazırlayırmış, xəbərimiz yoxmuş. Sonra Yaşar müəllimin kanalında Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin həyatını dinləməyə başladım və bu həyatımızın dönüşü oldu sanki. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin həyatını ağlayaraq dinləyir, qəlbimizdə sanki nələrinsə dəyişdiyini hiss edirdik. Və bir ay içində sanki biz normal gün yaşadığımızı hiss edirdik, amma qəlbimizdə, həyatımızda nəyinsə dəyişdiyinin şahidi olurduq. Çox xahiş edərdim ki, hocamız bizə bir neçə məlumatı verərdi. Göz muncuğu şirkə girən əşyaları sındırdım evdə. Sonra namazlarımızı aksatmadan qıldıq. Quranı oxumağa başladıq, hicaba keçdim. Bunlar hamısı da bir ayın içində oldu. Əlhəmdülillah. Artıq 3 ildən çoxdur hidayət yolundayıq. Həyatımızın, həyata, dünyaya, axirətə baxışımızın, yaşamaq niyyətimizin səbəbini, hər şeyimizi tamamilə dəyişdik. Sıxıntılar gələndə belə başımıza baxışımız yenə başqa olurdu. Rəbbim dünyanın ən gözəl nemətinin hidayətini nəsib etdi bizə. Çox möhtəşəm bir hissdir. Buna sizlər əsasda Yaşar müəllim vəsilə oldu. Allah sizlərdən razı olsun. Hər il Ramazanda verilişinizi necə səbirsizliklə gözləyirik, onu bir Allah bilir. Yaşar müəllimdən xahişim, Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin həyatını bilmək bizim həyatımızı necə dəyişir, bunun şahidi olduq. Ona görə də bu Ramazanda onun cənnət qadınları dediyi Həzrəti Xədicə, Fatimə, Ayşə, Məryəmin həyatından, səhabələrin həyatından danışmağınızı çox rica edirəm, mümkün olsa. Onların həyatını bilmək bizlərin həyatına necə toxunar gözəl mənada. İnşallah Peyğəmbərimizin həyatına toxunarıq. Mənim də niyyətim var ki, inşallah Peyğəmbərimizin bu dua mövzusunu bitirək inşallah. Peyğəmbərimizin həyatından toxunaq. Peyğəmbərimizin həyatından bizim dərslərimiz çoxdur. Həqiqətən də insan oxuyarkən, dinləyərkən, yəni başqa cür olur. Peyğəmbərin həyatı necə insan olub, yəni həqiqətən də düşünün o necə bir gözəl insan olub, həyatı. İnşallah imkan olsa, inşallah Peyğəmbərimizin həyatından hamısını oxumaq mümkün deyil, Ramazanı sığışdırmaq. Çünki o dediyimiz dərsimizdə 44 dərsdən danışır o. İnşallah qısaldarıq. Peyğəmbərimizin həyatından həyatını ən gözəl hadisələr, yəni ən dərin təsirli hadisələr, insanın həqiqətən göz yaşı tökdürən o hadisələr ki, Rasulullah sallallahu əleyhi həyatında olub, ona inşallah toxunarıq Allahın izni ilə. İnşallah hocam. Axır mən sizin mesajınızı oxudum xanım. Hər vaxtınız xeyirli olsun. Mən mədə xorası xəstəliyimlə əlaqədar oruç tuta bilmirəm. Hər il 30-35 nəfərlik iftar verirəm. Bizdə Lənkəranda iftar vaxtına təndirdə çörək bişirirlər. Maşallah. Bir neçə gündən bir hər gün üçün 30 ədəd çörəyin pulunu verib alanlara pulsuz verdirirəm. Bu mənim üçün iftar vermiş kimi sayılırmı? Sayılır. Maşallah sayılır. Maşallah. Allah qəbul etsin. Deyirlər ki, kişilər cənnətə düşəndə onları hurilər qarşılayacaq. Bəs qadınları? Qadınlar da öz əri ilə bərabər olacaq cənnətdə. Qadın cənnətdə əri ilə bərabər olacaq. Hə, desə ki, misal üçün eləsi var, desə ki, misal üçün evlənməmişəm, misal üçün deyə, evlənməmişəm, necə olacaq? Peyğəmbərimiz buyurur ki, cənnətdə heç kimsə subay olmayacaq. Allah evləndirəcək. Ona görə də ən gözəl söz nədir? Cənnəti qazan, o tərəfini düşünmə. Qadınlara biraz həmən qısqanclıq zad başlayır. Sən cənnəti qazan, orada çox gözəl olacaq. Orada başqa şey olmayacaq. Gündə 2 dəfə dərman içən birinin oruç tutmaması günah olurmu? 10 günlük antibiotik yazılıb. Yəni yazılıbsa, mütləq içməlisinizsə, yəni oruc əsnasında həmən günlərin qəzasını sonradan tutun. Nəyə görə? Çünki insan özünə əziyyət verməz. Yəni dinimiz demir ki, özünü təhlükəyə at. Həkim yazıbsa, mütləq içməlisənsə, müalicəni al, həmən 10 günün qəzasını Ramazandan sonra tutarsınız. Bir yazıb ki, gözləyər idi o günləri də. İnşallah cənnəti qazanaq. Xanımlar yazıb 100%.
53-52 gəlməyib mesajınız. Bir bəs kimsə ayrılıbsa, Hə, doğru. ayrılıbsa, çox gözəl sualdır. Kimsə ayrılıbsa, cənnətdə, axirətdə istədiyinlə evlənə bilər qadın. Orada seçə də bilər kimdən evlənməsi və Allah təala evləndirəcək. Ona görə cənnəti qazanandan sonra inşallah ora çox gözəldir. Elə bir gözəldir ki, insan yəni bu dünyada heç zaman onu xəyal belə etmir. Peyğəmbərimiz buyurur ki, cənnətdə elə bir nemətlər var ki, nə insan onu düşünə bilər, nə qəlbində onu hiss edə bilər, nə də onu göz görüb. Hətta elə nemətlər var ki, Cəbrail əleyhissalam belə görməyib, Allah ən yaxın mələk. Allah buyurur ki, mən onu deyir, qullarım üçün hazırlamışam. Sevib də qovuşmayanlar hocam. Allah cənnətdə qovuştursun. Hocam, ümidli saxlayırsınız bizi. Əsas məsələ odur. Bugün deyir, sifariş gedəndə yolda 100 manat itirmişdim. Bir ehtiyacı olanı gördüm. Ona pul verdim. Həmin o ehtiyac sahibinin nə işlə məşğul olduğunu söyləmirəm. Yəni bəlkə eşidər, qəlbinə toxunmasın deyə. Ona pul verdim. Ondan 1 saat sonra o itirdiyim pulun 2 qatını qazandım. Yəni 200 manat qazanıb. Yəni ona görə əgər yoldan pul taparsınızsa, onu sədəqə verin. Çünki onu pulun sahibi adından sədəqə verin. Əgər onu deyək ki, böyük məbləğdirsə, birinci gözlə. Böyük məbləğdirsə, bəlkə sahibi çıxacaq. Yəni böyük, amma balaca məbləğdirsə, onu tapa bilmirsinizsə, onu həmən insanın adından sədəqə verirsiniz. Sahibi kimdirsə. Görürsüz, o itirib narahatdır. Anladım. Onu da Allah təala sədəqə verdiyi üçün əvəzini qaytarıb, Allah həmd olsun. Çünki Ramazanda sədəqə çox önəmlidir. Yo, o itirib özünkünü hocam. Özünkünü itirib. Hemşəm tapanı verib kiməsə. Yo, özünkünü itirib, sonra ehtiyac sahibi birisinə pul verib, gün ərzində iş görəndə onun 2 qatını qazanır. Allah həmd olsun. Bacım Sabinaya o qədər elçi gəlir, heç birini bəyənmir, deyir getmirəm ərə, biz nə edək ki, bəyənib ərə getsin kimisə. Allah dua eləyin, Allah onu evləndirsin, evlilik qapı açsın. Evlənmək məsuliyyətdir. Çünki insan baxın imkanı ola, yəni evlənmirsə böyük günah qazanır. Yəni sən, çünki evlənmək Peyğəmbərimizin buyruğudur, Rəbbimizin buyruğudur. Amma bir var ki, deyək ki, evlənə bilmir, problem var, nə bilim, hələ istəyəni yoxdur. Amma insanın istəyəni var, yox, mən evlənmirəm, o günah daşıyır. Və üstəlik, əgər bir gənc, istər xanım olsun, istər yəni kişi olsun, oğlan olsun, əgər səbəbsiz yerə evlənmirsə, o hər gün valideynin üzünə ağ olmuş yazılır. Çünki valideynlər istəyir ki, evladları evlənsin, nəvələr olsun, evladının ki, xeyir işini görsün. Amma səbəbsiz evlənmir. Hələ evlənərəm, gəncərəm, nə bilim, karyera topluyum. Bəyəm, evlənmək, karyera toplamağa ziyandır bəyəm. Xeyr. Əli ibn Əbi Talib Fatimə anamızla evləndi. Cənnət əhli oldu. Deyər ki, biz elə cənnət əhli olsa sonra evlənə. Yox. Ona görə əgər imkan ola evlənmirsə, vay onun alında. Hər gün valideynlərin üzünə ağ olur. Valideynin üzünə ağ olmaq nə deməkdir? Allahın qəzəbi deməkdir. Mən dünən gecə yuxuda Allaha dua eləmişəm, elə dua etmişəm ki, heç ayıq belə dua eləyə bilməzdim. Yuxunun mənasını deyə bilərsiniz. Gözəl yuxudur. Qəlbinizin paklığıdır, təmizliyidir. Qəlbinizdə bir gözəllik, yəni bir səmimiyyət var. O deməkdir ki, yəni o dualara davamlı olun. Bəlkə sizə Allahdan bir müjdədir ki, hər zaman dualarınıza davam olun. Çünki Allah təala sizin deməli dualarınızı eşitmək istəyir. Neçə yaşda evlənmək lazımdır? Yaş həddi bəllidir ölkəmizdə. 18 yaşından sonra. 0712 yazıb ki, yoldaydım, maşın idarə edirdim, ona görə səs atdım. Sadəcə sizi dinləmək çox xoşdur. Dua edirəm, edəndə də gözlərim dolur, kövrəlirəm. Gözəldir, deyilmi hocam bu? Əlbəttə ki, dua edərkən insanın qəlbindən dua etməsi, kövrəlməsi nə gözəl. Bəs qız tapmırsa necə hocam? Allaha dua elə. Yəni o Allaha dua elə, Allah təala sizə evlilik qapısını açsın. Bəyəndiyiniz, sevdiyiniz birisine evlənərsiniz. İnşallah. Bir rəfiqəm dindardır, amma yoldaşı hər gün döyür, deyir sən şeytansan, min hoqqadan çıxırsan, ölənlərini söyür, pis-pis şeylər edir, o qız nə etsin? Allaha dua etsin, Allah onun ərini islah etsin. O əri böyük, çox böyük pis yoldadır. Həyat yoldaşını döymək nə deməkdir? Valideynlərini söymək nə deməkdir? Yəni bu tərbiyəsizlikdir, Peyğəmbərimizdən uzaqdır. Peyğəmbərimiz nə buyurur? Qiyamət günü məndən ən çox uzaq olan kim olacaq? Deyir ki, əxlaqsızlar. Yəni tərbiyəsi olmayanlar, mənasız söyüş söyənlər. Allah islah eləsin. Yəni Amin. həyat yoldaşını vurmaq nə deməkdir yəni?
Yaşar bəyin sayəsində çox dəyişdi. Fikirlərimiz, ruhumuz, həmişə gözəl hisslərimiz var idi. Ramazanda belə hisslər olmayıb. 2 ildir xoşbəxt olduq sizinlə. İşıq, nur gəlir qəlbimizə. Xoş Zikirləri çoxaldın. Hər şeyin sahibi Allahdır. Biz kimi? Biz səbəbi bildiyimiz bir şeyləri insanlara çatdırırıq. Bizdən də savadlı alimlər var, dəvətçilər var. Sadəcə Allahın qismətidir ki, bizə nəsib edib sizə çatdırırıq. Amma əsas hər şeyin sahibi, vəl-fadlu lillah, bütün fəzilətin sahibi kimdir? Uca Allah Teala. Əvvəldə, sonda, sondan sonra da hər şeyin sahibi kimdir? Uca Allah həmd olsun. Biz kimik ki? Hər şeyin sahibi Allahdır. Qəribə bir sualdır hocam. Mən necə dua edə bilərəm ki, qurduğum ailənin içində sanki ömürlük həbs cəzasına məhkum olmuş kimi qəlbim ağrıyır. Boşana bilmirəm. Çünki yoldaşımın ikinci ailəsiyəm. İkinci dəfə ailəsini dağıtmaq istəmirəm. Mən də doğmalarım kimi doğma hiss etmirəm qurduğum ailədə. Neyniyim? Allaha sığın, gecə namazına qalx, Allaha dua elə. Denə ki, Allahım islah elə və ya denə ki, çox dözə bilmirsənsə, denə Allahım sən mənə bir çıxış yolu göstər. Əshab-ı Kəhfin duasını oxu. Rabbənə ətinə min lədunkə rəhmətən və heyyi lənə min əmrin rəşədə. Ey Rəbbimiz, Əshab-ı Kəhfin duası çox önəmlidir. Buna deyək ki, dual həl, hal duası nə deməkdir? Yəni, olduğun durumda halını Allaha ərz eləmək. Əshab-ı Kəhf. Əshab-ı Kəhf, Kəhf surəsi 10-cu ayə. O duanı əzbərləyin. Möhtəşəm bir duadır. Çünki nə demişlər? Allahım bizi öz dərgahına mərhəmət bəxş eylə. Və sonra nə demişdi? Rabbənə əti min lədun rəhmə və heyyi lənə min əmr rəşədə. Bu işimizdə bizə çıxış yolu göstər. Allah ola çıxış yolu göstərdi. Allah onları qorudu. Ona görə deyirlər ki, Əshab-ı Kəhfin duası dual həl. Dual həl yəni halını, olmuş durumunu, sıxıntını, problemini Uca Allaha ərz etmək. Allah Teala deyir ki, alimlər, kimə bu duanı etməyi nəsib etmişsə, Allah onu hər şeyi rahatlaşdıracaq. Əshab-ı Kəhf yazsaq çıxar da, hə hocam? Quran-ı Kərimdə Kəhf surəsi 10-cu ayə. Kəhf surəsi 10-cu ayə. Allah sizdən razı olsun. Əzan vaxtı salavat çəkməliyikmi? Əzan vaxtı salavat çəkmə. Əzan vaxtı əzanı təkrar edirsiniz. Vəssalam. Allah sizdən razı olsun. Cənnətə düşsəm əgər, mən yoldaşımla olmaq istəyərəm, yazdı bir dinləyicimiz. Yoldaşın olacaqsan da, başqa yoldaşın da cənnətə düşsə bərabər olacaqsınız da. Ona görə dua elə ki, Allahım sən məni yoldaşımla bərabər cənnətdə bərabər elə. Dua elə. Bir dinləyicimiz yazır ki, inan ki, gözəl qızların çoxu cənnətdə olmayacaq. Niyəymiş o? Nəyə görəymiş o? Bilirsiniz də bu bəzi o şeylər var belə. Yoldaşına olmaq deyəndə bəziləri qəribə baxır. Orada da onunla bərabər olacaq. Yəni bu insanları var axı. Bir maraqlı bir şey danışım. Cənnətdə gözləsən görüşərik. Birisi də bu Misir, Sudanlıların bir danışığı qəribədir. Bir gün oturub Misirlilər bir alim danışır ki, həyat yoldaşla bərabər olacaqsan falan. Danışır, cənnətdən danışır. Sonda gələn dedi ki, həyat yoldaşıyla bərabər cənnət olacaq. Dedi, şeyx, bəlkə o hədis zəifdir. Problem varmış həyat yoldaşına. Hamısı güldü ki, o hədis səhihdir. Səhihdir hocam. Bəli. Səhihmiş. Allah sizdən razı olsun. Cənnəti gözləyirəm yazıb birisi. Yəqin evlənmir. Cənnətdən danışacaq inşallah. Cənnətin gözəlliyindən danışacaq inşallah. Bax hocam, görürsünüz, mən boşuna vermədim bu sualı. Deyə bilərsinizmi, sevənlər o biri dünyada görüşə biləcəkmi? Niyə görüşmür? İnşallah. Allaha dua elə. Hər şey Allahın əlindədir. Dünən gecə yuxudan Allaha dua. Ömər, bunu oxuduq amma... Bir sual var. İftara 1 saat qalmış olan qadın xəstəniz orucu pozulur. Bəli, orucu pozulur. Həmən günün qəzasını Ramazandan sonra tutacaq. Hocam, bu sualı Ömər bir daha yazıb. O zaman bir daha oxuyum. Mən dünən gecə yuxuda Allaha dua eləmişəm, elə dua eləmişəm ki, heç ayıq olanda belə dua eləyə bilməzdim. Yuxunun mənası varmı? Gözəl yuxu dedik axı, yuxunun mənası. Gözəl yuxudur. Yəni sidq ürəklə dua etməklə bağlıdır. Qəlbinin paklığından xəbər verir. Deməli gözəl dua edirsən, gözəl dua edə bilərsən. Sən də deməli sübh çağında sahurdan əvvəl qalx bir 20 dəqiqə, 30 dəqiqə, 40 dəqiqə, 1 saat nəyə imkanın varsa. Sahur yeməyini yeməmişdən əvvəl çoxlu dua elə. Təravih namazını cəmaatla qılmaq və ya tək olaraq qılmaq hansı daha çox savab qazandırır? Əlbəttə cəmaatla qılmaq daha gözəldir. Amma ki, əgər imkanın yoxdursa, evdə də qıla bilərsən. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm təravih namazını özü 4 gün qılıb cəmaatla bərabər. Ondan sonra hər kəsi tək qılıb. Sonra xəlifələr dövründə məsciddə toplandılar. Hərəsi ayrı-ayrı qılır cəmaat haqqında. Ömər ibn Xəttab onları birləşdirdi ki, hamısı bir imam arxasında olsunlar. O dövrdən təravih namazı qılınır və təravih namazının əsli var. Yəni bu Ömər ibn Xəttabın özündən etdiyi ibadətdir. Çünki təravih namazının əsli var. Əsli nədir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm özü qılıb. 4 gün qılıb.
Hocam, axırıncı sualdır, maraqlı sualdır. Mən də hər zaman fikirləşmişəm ki, bu necə olar? Nəsə sual var hocam? Yox. Hə, bu necə olar deyə. Oruc vaxtı evə qonaq gəlsə, çay vermək olarmı? Yemək və çay. Qonaq oruçlu deyilsə. Qonaq oruçlu deyilsə olar. Yəni qonaq səfərdən gəlibsə, Səfərdən gəlmir, belə gəlib. Niyə verim ki, oruç tutsun? Niyə yox, verim? səfərdən gəlibsə, deyək ki, misal üçün qonaqdır, başqa ölkədən gəlib, başqa şəhərdən gəlibsə, oruc deyilsə, ona vermiyor çünki oruc deyil. Gəlməyibsə başqa Amma ölkədən. gəlməyibsə bu məsələdə valla alimlər deyirlər ki, doğru deyil. Amma indi Deyil, qalıb hə? doğru deyil. Amma qaldı ki, indi insanın indi bilmirsən onun sıxıntısı nədir, problemi nədir, yəni qonağı kimdir, niyə gəlib, nə üçün gəlib. Ona görə o insanın baxır öz necə deyərlər, imanına, Başa yəni düşdüm. öz durumunu anında qərar verməsinə. Hə, yəni məsəl üçün dostun tanışınsa, bilirsən elə-belə tutmayıbsa, vermə də çay suyu. Yəni onu eləmədi. Fetvanı siz verdiniz də, daha mən nə danışıram. Duaya keçəyin inşallah. İnşallah. Mənim anam atamın ikinci evliliyidir. Atamdan küsüb ki, sən cənnətdə ilk evliliyindən olan xanımla olacaqsan. Bu doğrudurmu? Allah. Yox, elə şey zad yoxdur. Hamısına bərabər olacaqsan. O tərəfi düşünmə edinə, sən nədən küsürsən. Sən cənnəti qazandın, o tərəfi düşünmə. Bu dünya. Orada hamısı bir yerdə olacaq, narahat olma. Hocam, keçəkmi duaya? Duaya keçəyin inşallah. Allahım sənə yalvarırıq, həm sənədir, sənə məxsusdur. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Sən təksən, sənin heç bir şərikin yoxdur. Ya məndən, ey göyləri, yerləri yaradan, ya zəlcələli vəl ikram, ya hayy ya qayyum. Allahım, səndən diləyirik və şəhadət edirik sən Allahsan. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Sən təksən, heç kəsə möhtac qalmayan, doğmayan, doğulmayan və tayı bənzəri olmayansan. Ya hayy ya qayyum, ya zəlcələli vəl ikram. Ey Rəbbimiz, sənə güvənirik ki, duamızı geri çevirməzsən, bizi məhrum etməzsən, bizi tək qoymazsan. Çünki sənin mərhəmətin sonsuzdur, kərəmi bol olan Rəbbimizsən. Səndən başqa Rəbbimiz yoxdur, yalnız sənə ibadət edir, yalnız səndən kömək istəyirik, dərdimizi də, ehtiyacımız da yalnız sənə deyirik. Əgər səni yalnız yaxşı insanlar ümid edəcəksə, bəs günahkar kimə sığınacaq? Özünə zülm etmiş insanı da səndən başqa pənahı yoxdur. Qaçış yalnız sənədir. Səndən başqa nə bir sığınacaq var, nə də bir qurtuluş. Allahım, səndən bağışlama və afiyyət istəyirik. Allahım, işlərimizi bizim üçün düzəlt və gözəl eylə. Allahım, halımızı islah eylə, bizə şəfa ver. Bizim yardımcımız, dayağımız sənsən. Allahım, sənin salam və salavatın olsun Peyğəmbərimizə, onun əhl-i beytinə. Ey Rabbimiz, bizə dünyada da gözəllik ver, ahirətdə də gözəllik ver və bizi cəhənnəm əzabından qoru. Ey həy, daimi dir olan, ey qayyum, hər şeyi idarə edən, sənin rəhmətinə sığınırıq. İşimizdəki hər şeyi düzəlt və bizi nəfsimizin ixtiyarına bir göz qırpımı qədər buraxma. Ey uçsuz bucaqsız xəzinələrin sahibi, ey səxavəti sonsuz olan Rəbbimiz, ey nemət qapılarını daim açıq saxlayan Rəbbimiz, sənə fağır və möhtac halda üz tuturuq. Qullarına olan bütün lütfünü geniş et və mərhəmətini bizə açıq-aşkar göstər. Qəlbimizi genişləndir, dərdlərimizi yüngülləşdir, işlərimizi asanlaşdır. Bizə gözləmədiyimiz yerdən ruzu ver və ümidimizi boşa çıxarma. Çünki sənin mərhəmətin qarşısında heç bir şey böyük deyil. Çünki sənin mərhəmətin qarşısında heç bir böyük deyil. Hər şey acizdir. Ey Rəbbimiz, sənin qapından ayrılmayacaq, ömrünüz boyu sənə üz tutacaq. Ey duaları eşidən və cavab verənlərin ən xeyrisi, sən hər bir ehtiyacı yerinə yetirənsən, verən də sənsən, lütf edən də sənsən. Əgər lütf etsən, bu sənin sonsuz mərhəmətindir. Əgər verməsən, yenə də sən bizim Rəbbimizsən. Biz yalnız sənə yönəlmişik. Səndən başqa heç kimimiz yoxdur. Səndən başqa heç kimimiz yoxdur. Qəlbimiz ağlayır, gözlərimiz yaş içindədir. Sənin razılığını istəyirik. Səndən başqa heç kəsə möhtac olmaq istəmirik. Ey istədikdə cavab verən Rəbbimiz, qapına ehtiyac içində gəlmişik. Lütfünü gözləyirik. Çünki sığınacaq yalnız sənsən. Ümid yalnız sənsən. Ey Allahım, ey Allahım, övladlarımızı tərbiyə etmək üçün çox çalışırıq. Sən özün onları tərbiyə elə, islah elə. Allahım, hökm yalnız sənindir. Bütün varlıqları sən yaratmısan. Qədəri müəyyən edən sənsən. Bizim nə gücümüz var, nə də qüvvəmiz. Hər şey yalnız səninlə mümkündür. Sənə inandıq, ürəklə güvəndik. Allahım, bizim üçün xeyir qapılarını aç, bərəkət, nemət, ruzi, güc, sağlamlıq, salamatlıq və cənnət qapılarını aç. Ey Rəbbimiz, bizi dünyanın hər cür müsibətindən və axirət əzabından öz mərhəmətinlə qoru. Allahım, sən asanlaşdıransan və hər şeyi asan edənsən.
işimizə asanlıq ver, istəyimizin gerçəkləşməsini təmin eylə. Allahım, bizi nəfsimizlə sınağa çəkmə, nə sevdiklərimizlə, nə də öz içimizdə bizə imtahan vermə, nə ayrılıqla, nə itki ilə, nə kədərlə, nə də bir xəstə ilə sınama. Allahım, bizi ən dar və çarəsiz vəziyyətdən çıxar və ən geniş fərəhə və rahatlığa çıxar. Allahım, istədiyimiz şeyi bizim üçün nəsib eylə. Sən gizlini də bilənsən, qəlbdə olanı da bilənsən. Ey Rəbbimiz, həyatımızı sənə əmanət edirik. Onun həm yaxşısını, həm də pisindən qorunmağımızı sənə tapşırırıq. Allahım, qarşıdakı günlərimizi razılığınla və xoşbəxtliklə doldur. Ey Rəbbimiz, duasını eşidib cavab verdiyin qulların sırasına bizi də daxil eylə. Çünki sən hər şeyə qadirsən, hər işimizdə uğur və bərəkət ver. Allahım, həyatımızda bərəkət ver ki, xoşbəxt olaq. İşlərimizdə bərəkət ver ki, məqsədimizə çata bilək. Bədənimizə güc ver ki, daha da möhkəm olaq. Sağlamlıq ver ki, rahat olaq. Malımızda bərəkət ver ki, ehtiyacımız olmasın. Ağlımıza aydınlıq ver ki, doğru qərarlar verək. Qəlbimizə rahatlıq ver ki, heç vaxt əzab çəkməyək. Allahım, sənə sonsuz həmd sənalar, şükürlər olsun. Sənin böyüklüyünə, qüdrətinə və ucalığına layiq şəkildə sənə həmd edirik. Sən göylərin, yerin və aradakıların sahibisən. Xoş gündə də, çətin gündə də sənə həmd edirik. Verdiyin bütün nemətlərə görə sənə şükür edirik. Sən bağışlayansan, qoruyansan, ruzu verənsən, hər şeyi bilənsən. Ey Rəbbimiz, səndən istəyirik, dualarımızı qəbul eylə, bizi ümidsiz buraxma, qorxduğumuzdan aman ver, umduğumuzdan daha gözəlini bizə bəxş eylə, bizi salih qulların sırasına daxil eylə. Allahım, bizi öz səxavət dənizindən əliboş qaytarma, bizi azanlardan və azdıranlardan etmə, qiyamət gününə qədər bizi bağışla. Ey mərhəmət edənlərin ən mərhəmətlisi, bizi mərhəmətinlə qucaqlayan sən ol. Ey Rəbbimiz, ey imdada yetən, ey çarəsilərin duasını qəbul edən, bəndəsinin səsini eşidən Rəbbimiz, səni çağırır, dərdimizi yüngülləşdir, qəmimizi apar, ey dərdləri aradan qaldıran, ey qəm-kədəri yox edən, ey Rəhman, ey Rəhim, ey bağışlayan və mərhəmətli Allah, bizə rəhm eylə, sağlamlıq ver, bizi bağışla, ey kömək edən Rəbbim, ey ol deyən və hər şeyi var edən, sənin istədiyin hər şey olur, biz də sənin razılığını istəyirik. Mərhəmətinlə bizə uğur, müvəffəqiyyət, bağışlanma, sağlamlıq və bu dünyada da, axirətdə də davamlı afiyət nəsib eylə. Allahım, səndən istəyirik ki, dualarımıza cavab qapılarını açasan. Ey çarəsiz dua etdikdə onun cavabsız qoymayan Rəbb, ey bir şey ol deyən və dərhal olan, ey Rəbbimiz, bu gözəl vətənimizdə dinləyicilərimizlə bərabər sənin adını uca tutduq, Rəsuluna salavat gətirdik, sənə dualar etdik. Ey Rəbbimiz, sən bizim bu gözəl vətənimizi qoru, əminamanlığımız, müstəqimiz daim olsun, üç rəngli bayrağımız hər zaman yüksəkliyə dalğalansın. Sən bizim bu gözəl vətənimizi, əminamanlıq yurdunu hər zaman qoru, məkir düşmənlə hilələrindən, fitnəlindən qoru. Sən öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz və havadarları üzərində göstər. Ey Rəbbimiz, şəhidlərimizə qəni-qəni rəhmət eylə, dərgahında məqamlarını uca eylə. Allahım, sən bizim əskər balalarımızı qoru, sağ-salamat ailələrinə qovuşdur. Ey Rəbbimiz, bu gözəl vətənimiz üçün öz biliyini, bacarını sərf edən Ali Baş Komandanımız, Prezidentimiz, rəhbərimiz İlham ilə cənablarını qoru, işlərini müvəffəq elə, başını hər zaman uca elə. Ey Rəbbimiz, sən qüdrətinlə rəhbərimizi hifz elə. Ey Rəbbimiz, mərhum ümumi liderimiz Heydər Əliyev qəni-qəni rəhmət elə, ruhunu şad elə, məkanını cənnət elə, qəbrini nurla doldur. Ey Rəbbimiz, rəhbərimizin anası Zərifə xanıma qəni-qəni rəhmət elə, ruhunu şad elə. Ey Rəbbimiz, bu gözəl vətənimizin əmin-amanlığı üçün çalışan hüquq mühafizə orqanlarının əməkdaşlarını qoru, onlara işlərində güc ver, qüvvət ver, onların ailələrini qoru, onları şərdən qoru, işlərində müvəffəq elə. Ey Rəbbimiz, sən bizim bu gözəl dövlətimizi qoru, dövlətçilimizi qoru. Ey Rəbbimiz, sənə həmd olsun bu gözəl əminamanlıq yurduna görə, bu gözəl vətənə görə. Ey Rəbbimiz, bu gözəl vətənimizi hər zaman sənin gücünə, qüdrətinə əmanət edirik. Sən bizim bu gözəl vətənimizi hər zaman qoru, üç rəngli bayrağımız həmişə yüksəklərdə qürurlarla dalğalandır. Amin, amin, amin. Dua zamanı.